Əziz həmkarlar, müəllimlər, valideynlər, təhsil müəssisə rəhbərləri, təhsil iştirakçıları, hamınızı salamlayıram. Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən dəstəklənən Azərbaycan Valideyn Müəllim Assosiasiyasına valideyn müəllim əməkdaşlığının gücləndirilməsi layihəsi artıq 3-cü rayondadır. Bu mövzuda bizim müzakirələrimiz keçir. Bundan öncə Quba, İsmayıllı və bu gün Masallıda ayın 10-da da inşallah Astara rayonunda bu müzakirələrdə iştirak edəcəyik. Ona bir dənə baxın. Bizim bu tədbirimizdə eyni zamanda demək Elm və Təhsil Nazirliyinin, Təhsil Məktəbləri üzrə Dövlət Agentliyinin dəstəyi ilə, regional idarələrin dəstəyi ilə onlar da bizim tədbirimizə qoşulurlar. Onlar da bizə dəstək veriblər və eyni zamanda rayon icra hökuməti də dəstək verib, bunlarla öz təşəkkürlərimizi bildirir. Bağlantıdayıq, Bakıdan da bizi müşahidə edirlər. Bu tədbirimizin əhəmiyyəti o mənada çox böyükdür ki, son zamanlar məktəb mühitində valideyn müəllim əməkdaşlığının formalarından hamı danışır, amma bu formalar necə olmalıdır, hansı çıxış yolları var, hansı metodlar var, formalar var. Bu barədə demək olar ki, bir proqram mı deyək mi, dövlət sənədi mi deyək mi, bir fəaliyyət proqramı deyək mi, yoxdur əslində. Və eyni zamanda dövlət icra orqanı olaraq da, istər Elm Təhsil Nazirliyində, istər digər strukturlarda valideynlərlə işləyə biləcək bir struktur yoxdur. Təəssüf olsun ki, yoxdur. Məsələn, Elm və Təhsil Nazirliyinin uşaq qaynar xətti var, uşaqlarla işləyəcək artıq idarə də yaranıb. Amma valideynlərlə işləyəcək bir qurum yoxdur. Ona görə də güc düşür, bir neçə ictimai təşkilatın üzərinə ki, yük düşür. O da əsasən bizim üzərimizə ki, biz regionlarda bütün bu fəaliyyətləri təşkil etməliyik, bu maarifləşməni aparmalıyıq. Amma siz bilirsiniz ki, təhsilin iştirakçıları arasında valideyn tam bərabər hüquqlu statusa malik olan həm iştirakçıdır, təhsil iştirakçıdır, həm də sosial tərəfdaşdır. Yəni, valideyn əslində sosial tərəfdaşdır. Bir çox hallarda biz valideyni bir yardımcı qüvvə kimi qəbul edirik və evin dəstəyi kimi qəbul edirik. Halbuki, valideyn birbaşa təhsilin idarə olmasında iştirak etməlidir. Məktəb kollektivi ilə bir yerdə, məktəb rəhbəri ilə bir yerdə valideyn təhsilin sifarişçisi olduğu üçün məktəbin idarə olunmasında bu və ya digər şəkildə iştirak etməlidir. Bu və ya digər dedikdə də qanunvericiliyimiz bunu müxtəlif yollarla izah edir. Bu, valideyn icmaları, valideyn assosiasiyaları, valideyn komitələri, valideyn birləşən bir ittifaqları şeklində olur. Bu, valideynlərə həsr olunan günlərlə olur, valideyn günləri, valideyn iclasları, pedaqoji şuralarının vasitəsilə bu proses müəyyən qədər aparılır və hansısa formada valideynin məktəbə cəlb olması məqsədini görür. İcazə versəydiniz, biz tədbirimizi oturaq şəkildə, interaktiv şəkildə davam edək və mən çox istərdim ki, masalında olan valideynlər və müəllimlər bu tədbirin müzakirəsində çox aktiv olsunlar. Yoxsa bəzən baxırsan, görürsən ki, məsələn, İsmayılda da olduq, bir çox rayonlarda olduq, baxırsan, təhsil səviyyəsi yüksəkdir, rayonun təhsil səviyyəsi yüksəkdir, göstəriciləri. Amma valideyn müəllim məsələsi müzakirəsinə gələndə heç kəs danışmır, heç kəs bir fikir yürütmür. Sanki bir valideynlərlə bir iş üçün bir əsas görmürlər. Halbuki, istər kurikulumlar, müəllimlər imtahan verəndə, hansısa sertifikasiyadan keçəndə, digər imtahan proseslərində bu suallar düşür. Və görəsən bu suallara necə cavab verilir, bax ona da biz bu günləri bu müzakirələrimizdə çalışarıq ki, iştirak edək, müzakirə edək. Söz verilir ilk öncə təhsil sektoru nümayəndəsi Hörmət müəllimə, sonra işimizə başlayaq. Hörmətli tədbir iştirakçıları, hər vaxtınız xeyir olsun. Sizi öz adımdan və Masallı rayonumuzda təhsil sektorunun müdürü Elman müəllim adından salamlayıram. Elman müəllimə gələndə dedi ki, mən orada iştirak edə bilməzim, o zaman həm salamlarımı çatdırarsınız. Dünənlərdə biz Şahin müəllimlə Elman müəllimin yanında olurdu. Oradan çox belə səmərəli bir danışıqlarımız oldu. Mən siz giriş sözündən də özünüz məlumat aldınız ki, valideyn müəllim assosiasiyasının
bu tədbiri 4 rayonda keçirilir. Birisi də bizim nə qədər xeyir rayonumuz var, 70 yaxın rayonumuz var. Bu 4 rayonun seçilməsi də təsadüfi deyil. Burada da rayonlara yenə də o giriş sözündə vurğulandı. Təhsil nailiyyətləri, rayonun təhsil olan ənənəvi münasibətləri və digər parametrlər nəzərə alınır bu rayonlar seçiləndə və təbii ki, mən sizin adınızdan, öz adımdan təşəkkür edirəm. Birinci Valideyyə müəllim, Assosiasiyasının rəhbərinin şəxsən Şahin müəllim. Çox sağ olun. Şahin müəllim də biraz, necə deyim, istər-istəməz bizdə, o yaxınlıq söhbəti yaranır, Astaradandır, elə öz el oğlumuzdur və təbii ki, bu Şahin müəllim də bura gəlmək bizi sevindirir. Doğrudan da bu günləri çox vacib məsələyə toxunur. Dərindən baxanda, bilirsiniz, bəzən vaxtı deyirlər ki, qanunlarımızda müəyyən boşluqlar var, plan var. O boşluqları doldurmaq üçün yerlərdən təkliflər olmalıdır. Yəni, birbaşa deputatlar, yaxud müəyyən hansısa bir kollegiyada qərar qəbul edə bilməz. Yəni, hər hansı əsaslanmış, sübut olunmuş dəlillər əsasında, müəyyən təkliflər əsasında bu qərarlar qəbul olunur. Həmin qərarları verən adamlar da, insanlar da bizik, təhsil işçiləri, təhsil idarəçilərdir, təhsil verənlərdir və valideynlərdir. Bizim həmin təhsil sahəsində biz əksəriyyətimiz burada iştirak edənlərin yarısı, təhsil yarısından da çoxu təhsil verəndir, təhsil sahəsində öz həyatını sərf edəndə. Gəlin, açıq danışaq ki, bu təhsil bizim hal-hazırda, təhsilimizdə bütün məsuliyyət ancaq məktəbin üstündədir. İstəyir şagirdlərin təlim nəticələri olsun, qiymətləri olsun, istəyir onların tərbiyəsində olan hər hansı bir müəyyən nöqsanlar olsun, ya onların tərbiyə səviyyəsi olsun, nə olsun, birbaşa məktəb cavabdehdir, müəllim cavabdehdir, hər şey böyük məsuliyyət daşıyır, amma təhsil haqqında qanunda belə deyir, təhsil haqqında qanunda valideyni də məsuliyyətlər müəyyən olunur. Və biz elə qərarlar qəbul eləməliyik, ümumiyyətlə bizim parlamentdə də elə qərarlar qəbul olunmalıdır ki, müəllim, şagirdə nə qədər məsuliyyətsə, valideyn də o qədər məsuliyyət olmalıdır. Birbaşa iştirak eləməlidir və birbaşa da cavabdeh olmalıdır. Valideyn uşağı göndərmir, 3 ay, 4 ay dərsə, götür icra nümayəndəsinə yaz, götür nə bilim, polisə yaz, oraya yaz, icra hakimiyyətindən kömək dəvət edirsən, əmələ gəlmir. Amma birbaşa ki, o qərarı qəbul olsun, qardaş, sən uşağın dərsə gəlməli. İcbari təhsil 9 illidir bizim ölkədə. Gəlib orada iştirak eləməlidir. Bu sahə kəskin şəkildə qoyulsa, onda müəllimin də, məktəbin də işi yüngülləşər. Hər şey qaydasında gedər. Yaxud da ki, son dövrdə belə bir məsələlər meydana gəlib ki, bu bullying məsələsidir. Müəllim tərəfindən uşaqlara, şagirdlərə göstərilən təsirlərdir. Mən bir müəllim ki, bunu qəti əleyhinəm. Müəllim sinifdə, əgər o üzr istəyirəm, biz hamımızı, mən də müəlliməm, düzdür, dövlət qurulunda olsam da, təhsil idarə etmə orqanında olsa da müəlliməm, rezident müəlliməm mən də. Mən də pedaqoji universiteti qurtarmışam, institut qurtarmışam, gəlmişəm, müəllim işləmişəm, direktor müavini işləmişəm. Yəni, o həyatı keçib, gəlin müəyyən müddətdir, burada da işləyirəm. Müəllim, gəlin düzün danışalım. Müəllimin, nüfuzlu müəllimin yanında, sinifində şagirdlər də öz yerini bilirlər. Düz deyirəm mən, bilirlər. Ona görə də, indiki Sovet dövrü, bəzən deyirlər ki, Sovet dövründə müəllimlər döyürdülər falan, bizdə də olur. Mən şəxsən bizim sinifdə də olur. Amma indi əvvəlki vaxt deyir. Telefon, ondan sonra telekommunikasiya əsri, nə şagirdlərin dünya görüşü, ayrıca dünya görüşü formalaşıb şagirdlərdə. Biz, bəzən müəllimlərimiz bir şey yaddan çıxardırlar ki, məsələn, biz Sovet dövründə, bax, burada Raşid müəllim, Samit müəllim, İsa müəllim, Əfsəl müəllim, ondan sonra Möhsün müəllim, mən özümü deyirəm, biz uşaqlığımızı uşaqlıq kimi keçirdik. Allah necə yazıb, uşaq necə olmalıdır? Biz uşaqlığı ucur keçirmişik. Palçıq içində, futbol oynaya, tikanlı ayağımıza bata-bata, yəni bilməmişim gün hardan gəldi, hara getdi. İndi uşaqlar uşaqlıq fəsli, uşaqlıq dövrü keçirmirlər. Gəlin açığı deyək, uşaqlıq dövrü artıq yoxa çıxıb.
Uşaqlar birdən-birə formalaşırlar və birdən-birə deyil, yeniyetməliyə gəlib çıxırlar. Ya bu argumentlər, yəni bu momentlər hamısı nəzərə alınmalıdır. Uşağın şəxsiyyətini necə deyim, alçatmaq olmaz. Məsələn, mən şəxsən 8-ci sinifdə oxuyanda, indi ürəyimizi boşaldırırdım mənə. Mən 8-ci sinifdə oxuyanda, mənim bir sevimli müəllim vardı, Allah rəhmət eləsin. Mən onu indi də rəhmət edirəm, riyaziyyəti mənə o öyrədim. Amma bir dənə o yoxlama yazı işləri vardı, kontrol deyildi o vaxt. O kontrolda deməli, elə bir ki, ədədi silsilənin plan həddinin cəmrini tapmaq lazımdır. Axırda orada kəsikdən sonra en var, vurulsun en. O eni yazmamışdım, təbii. Deyə 5 yazmamışdım, cavab da 5 fərqli çıxmışdım. Cəmaatın isə 8-ci sinif, mən burada 8 illik məktəbdə oxuyordum. Bizim kətdə 8 illik məktəbdir. O boyda qızların yanında mən ağzına gələn dedi, özdə 5 alıram, öldürürəm özümü. Məktəbdə üzr istəyirəm, ən yaxşı müəllim, amma yenə də güzəşt eləmədi. O qızların yanında mən elə sözlər dedi, xəcalət mən istəmirdim məktəbə gedən. Hələ də o mənim yadımda qalıb. O, hardasa 50 ildən çoxdur bu iş olub. Amma yadda qalır da o, fakt yadda qalır. Ona görə də elə məsələlər var ki, doğrudan da onu çözmək lazımdır. Belə şeylərə, belə adət gəldik, getdik, elə tədbir elədik, elə onun pürüsmünü elədik, getdik kimi baxmaq olmaz. Mən də bu Şahin müəllimin sözlərindən qoşuluram, mən xahiş edirəm. Belə əsaslandırılmış şəkildə deyin, tədbir, necə deyim, burada biz təbiidir, bizim dediklərimizdən bir dəqiqəyə o qanunlar da dəyişməyəcək, qaydalar da dəyişməyəcək. Amma bu şeylər yığılır, bu təkliflər yığılır, bu rayonda, o rayonda 1 il olur, 2 il olur, 3 il olur və nəhayət axırı bunlar formalaşır, gəlir bu şəkilə çatır. Ona görə də biz, məsələn, mən şəxsən təklif edərdim elə valideyn müəllim assosiasiyasına ki, elə qaydalar hazırlansın ki, o müəllim, o gözünün işığın, ürəyinin istisin, gəncliyin uşağa verən başını budaya, mənim tələbə yoldaşım, bir də oxumuş Əfsəd müəllimlə, Ağa Bağlıbaşı, məktəbdə vardı, biz için işləməyib, ancaq məktəbdə işləyib. O verən müəllim necə əziyyət çəkibsə, necə məsuliyyət daşıyıbsə, valideyn də o qədər məsuliyyət daşısın. Bu, onda tamlaşacaq. Çünki təhsil bilirsiniz də, üç bucaqdır. Şagirddir, valideyndir, müəllim. Bu tərəflərdən biri pozulda üç bucaq olmur da, olur bucaq. Açıq qalır tərəfi. Uğurlar arzulayıram bizim büyük işimizə. Çox sağ olun. Və mən xahiş edirəm, valideynlərdən də, müəllimlərdən də, yəni elə eləyən ki, bu canlı olsun, can sıxıcı bir tədbirimiz alınmasın. Sağ olun, minnətdarlıq. Çox sağ olun. Biz də çalışacağıq məclisi qızışdıraq. Məsələsindədir ki, bayaqlar qanunvericiliyə toxunuldu. Qanunvericiliyə valideynin də, müəllimin də kifayət qədər məsuliyyəti var əslində. Bəli. İstər ailə məcəlləsində, istər konstitusiyamızın özündə, istər təhsil haqqında qanunda və qəbul olunmuş strategiyada valideynlərin üzərinə müəyyən məsuliyyətlər düşür. Hətta mülki məcəllədə valideynin uşaqla münasibətləri ilə bağlı hətta cinayət məsuliyyətinə qədər olan müddəalar da var. Yəni ki, uşağın istismar olunması məsələləri gəlib çıxanda artıq cinayət xarakteri daşıyan müddəalar da var. Sadəcə Azərbaycan praktikasında bu heç bir valideynə hələ indiyənə qədər tətbiq olmadığı üçün ona görə də hamı elə bilir ki, belə bir şey yoxdur. Amma qanunvericilik aktlarımızın bəzilərində var. Mən istərdim bir beyin həmləsi eləyək, baxaq görək müəllimlərimizin fikri necədir və valideynlərimizin fikri necədir. İki tərəf var da, belə deyək. Hələ ki, iki tərəfi müzakirə edirik, üçüncü tərəfi yox. Valideyn və müəllim. Valideyn kimdir? Onun hansı hüquq və vəzifələri var? Müəllim kimdir? Onun hansı hüquq və vəzifələri var? Bu barədə qısa-qısa kim fikirlərimi bildirə bilər? Mən bəzi köməkliyə eləyəcəm ilkin olaraq ki, yəni müzakirə üçün, amma çox xahiş edərəm ki, hər biriniz burada, çünki burada prinsipial məsələlər çıxacaq ortalığa. Vəzifə və hüquqların məsələsində agah olacaq ki, nə üçün belə bir vəziyyət yaranır. Əslində, əlbəttə ki, valideyn uşağın anası, atası olmaqla onun böyüdülməsi, sağlamlığı, təhlükəsizliyi, tərbiyəsi, təhsili, hüquqi təmsilçiliyi və maraqların qorunmasına məsuliyyət daşıyan, demək, xoşbəxt yaşayış, qida, təminat, sevgi, qayğı kimi hissləri ötürən bir bioloji varlıq olmaqla yanaşı, valideyn həm də uşağı üçün qəhrəman obrazı.
ideal qəhrəman obrazıdır və uşağın ilk müəllimi və ilk psixoloqudur valideyn. Ona görə də uşaq çalışır ki, hər zaman öz valideyninə bənzəsin. Hətta uşaq ailə həyatı quranda, tutaq ki, oğlan uşaqlar ailə həyatı quranda çalışırlar ki, anasına oxşar bir xanımla ailə qursun. Eynən də xanımlar da bir atasına oxşar bir... Yəni, bu xüsusiyyətlər valideyndən genetik olaraq uşaqlara ötürülür. Ona görə də valideynin baxa görə hansı hüquqları var? Kim deyər? Hansı hüquqları var? Üçün təhsil formasını və müəssisəsini seçmək. Yəni, bunu da valideyn seçir. Onun maraqlarını müdafiə etmək. 3. Uşağın sağlamlığı, təhlükəsizliyi və inkişafı ilə bağlı qərarlar qəbul etmək. 4. Uşağın hüququ pozulduqda dövlət orqanlarına müraciət etmək və onu təmsil etmək. 5. Onu əldə edirlər valideynlər. 6. Təhsil müəssisələrindən uşağın təhsili və davranışı barədə məlumat almaq hüququ. Təhsil müəssisəsindən uşağın təhsili və davranışı barədə məlumat almaq hüququ var. Bəzən deyirlər, bu valideynin hüququ falan yoxdur, vardır. Məktəb iştirakçısı və sosial tərəfdaş kimi məktəbin idarə olunmasında və ictimai fəaliyyətlərdə iştirak etmək. Bu məsələ də bizdə zəifdir. Burada da valideynin bu hüquqları əslində var. Yaxşı, bəs vəzifələri hansılar var? Uşağın fiziki, mənəvi və əxlaqi inkişafını təmin edir. Uşağa qayğı duysun, onu saxlamaq, maddi cəhətdən. 2. Uşağın sağlamlığını qorumaq. 3. Mən sorularda görürəm ki, valideynlər birinci növbədə təhsildən də qabaq sağlamlığı qorurlar. Sorularda birinci. 4. Uşağın əsas ümumi təhsil almasını təmin etmək. 5. Uşağın hüquq və azadlıqlarına hörmət etmək. Bu, onun vəzifəsidir. Hüquq və azadlıqlarına hörmət etmək biraz bizdə başqa cür səslənir. Sabir demişkən deyir ki, uşaq mənim səhəgər, oxutmura məl çəkin. Hamı uşağa bir əşya kimi baxır. Amma Almaniyada hökumət demək soyuducuya uşaq üçün süd məhsulu qoyur. Valideynin ixtiyarı yoxdur süd məhsulunda. Dəysə məhkəmədir. Yəni, uşaq hüquq nöqteyi nəzərdən gör hökumət məsələni necə yanır. Əslində, Azərbaycan beynəlxalq konvensiyalarda qoşulub, uşaq hüquqlarının qorunması məsələsində qoşulub, amma bizdə milli mentalitet dəyərləri nəzərə alır. Bir çox valideynlər hesab edir ki, inkişaf etmiş ölkələrdə olan dəyərlərlə bizim dəyərlərimiz fərqli olduğu üçün biz uşağa bu qədər azadlıq verə bilməliyik. Amma qanunvericilik hörmət etmək hüququnu saxlayır. Deyir ki, uşağa, onun şəxsiyyətinə, hüquq və azadlıqlarına hörmət eləməz. Uşağı zorakılıqdan, istismardan və zərərli təsirlərdən qorumaq valideynin vəzifəsidir. Uşağı bu təsirlərdən qorumaq. Cəmiyyətə faydalı, vətənpərvər və məsuliyyətli vətəndaş şəxsiyyət kimi yetişdirilməsinə çalışmaq. Təhsil haqqında qanunda vətəndaş şəxsiyyət yetişdirməyi məqsəd qoyulub, amma hansı meyarlar, kimdir o vətəndaş şəxsiyyət? O yoxdur. Onu izah eləməlisən ki, məsələn, vətəndaş şəxsiyyət deyəndə nəyi nəzərdə tutur? Necə yetişdirəcəksən? O məsələ var. O nöqteyi nəzərdən, bu da valideynin nə idi? Vəzifələridir. Hüquqlarını saydıq, bu da vəzifələr. Və qanunvericilik bayaqları hörmət mənim toxundu. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndi. Ailə Məcəlləsinin 49-cu, 51-ci, 52-ci, 58-ci maddələr. İnzibati Xətalar Məcəlləsi 189-512-ci maddələr. Cinayət Məcəlləsinin 161-1 maddəsi. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının qanununun 19-cu maddəsi. Təhsil haqqında qanunun 34-cü maddəsi. Təhsilin inkişafı üzrə strategiyanın 7-ci istiqamətinin 3-2-3 bəndi. Ümumi təhsil məktəbinin nümunəvi nizamnaməsinin 9-cu bəndi və digər normativ sənədlər valideynin hüquq və məsuliyyətlərini göstərir. Yəni, bu maddələrdə görün, neçə dənə maddə saydım. Amma hamı elə bilir ki, qanunda elə işini yoxdur. Bunlar hamısı var. Valideyn nə etməməlidir? Nə etməməlidir? Uşağa qarşı hər hansı bir zorakılıq, psixoloji təhdid, istismar, onun qanuni hüquqlarını məhdudlaşdırır. Bunu etməməlidir. Uşağın maraqları valideynin hüquqlarından üstün tutulur. Fikir verin. Uşağın maraqları valideynin hüquqlarından üstün tutulur. Dövlət tərəfindən üstün tutulur. Və uşaq hüquqları üzrə istər dövlət tərəfindən, istər beynəlxalq konvensiyalardan qorunur. Mən də istəyirəm, məhkəmələrdə də mübahisəli eyni vəziyyət yaranarsa, hakimlər uşağın mənafeyinə uyğun qərar qəbul edir.
Valideyn uşağı təhsildən yayındırmamalı, diləndirməməli, fiziki əməyindən sui-istifadə etməməli. Sən kənd yerlərində uşaqlarla gedin filan şey daşıyın, filan şey edin, filan şey edin. Zəhmətə alışdırmaq yaxşıdır, amma sui-istifadə etməməli. Ya uşağı göndərsin dilənməyə, get filan yerdə dilən, o artıq valideyn deyilsən. Valideyn uşağı diqqətdən kənar saxlamamalı, biganə qalmamalı və onu qayğı və sevgidən əsir etməli. Uşağın valideyninə möhtac olduğu, ehtiyac duyduğu ən birinci his sevgi və qayğı. Əgər bu sevgi və qayğı yoxdursa, qalanları saymağa dəyməz. Valideynin təhsil haqqında, təhsil sahəsində hüquqları da bu, yəni ki, müəllimlər oxuyublar, təhsil hüquqlarında valideynin hüquqlarını bilirlər. Məktəb həyatında iştirakı ilə bağlı mən bayaq qeyd elədim, valideyn müxtəlif icmalarda, ictimai təşkilatlarda iştirak edə bilər. Gələk çıxaq, demək, müəllim kimdir və onun hansı hüquq və vəzifələri? Bəlkə müəllimlər deyər. Valideyn biraz çox da təbliğ olunmayan bir sahə idi, ona görə mən salarım. Müəllimlər, yəni ki, öz hüquq vəzifələrini bilirlər də, imtahan verirlər, orada olduğu hüquq vəzifələri yazılır axı. Kimsə demək istəyir bu barədə, fikir bildirmək istəyirmi? Gənc müəllimlərdən. Buyurun, kim demək istəyir? Təhsil müəssisəsinin idarə olunmasında aktiv iştirak etmək, müəllimin hüququdur. Şərəf və bərabərliyə hörmətlə yanaşmaq müəllimin hüququdur. Gətir mən o bax. Onlar müəllimin hüququdur. İş yeri dəyişmək. Ümumiyyətlə, müəllim kendi nə işlə məşğul olur, müəllim olsun. Müəllim, uşaqların, şagirdlərin təlim tərbiyəsi, bilik və bacarıq, vərdişləri, vətəndaş şəxsiyyət kimi formalaşmasına həyata keçirən, onlara mənəvi dəyərləri aşılayan, bu da xüsusi maddədir, mənəvi dəyərləri aşılayan, cəmiyyətə hazırlayan, pedaqoji fəaliyyətləri həyata keçirən şəxsdir. Hansı hüquqları var? Kim deyər, buyurun. Təhlükəsiz şəraitdə şagirdin təhsil edilməlidir. Aha. İxtisasını artırmalıdır, davamlı ixtisas artırma təlimlərində iştirak edilməlidir. Qiymətləndirməni necə aparmalıdır? Dəqiq. Yanaşmanı necə eləməlidir? Məsələn, şagirdə qarşı metodunu... Əsas hüquqları, təhsil metodlarını və pedaqoji yanaşmaları seçmək, şagirdlərin bilik və bacarıqlarını obyektiv qiymətləndirmək, bayaq hörmət müəllimə toxundu. Peşə şərəf və ləyaqətinin qorunmasını tələb etmək, bəzən müəllimlərin peşə şərəf ləyaqətini təhqir edənlər olur. Təhsil müəssisəsinin idarə olunmasında iştirak etmək, müəllimin hüquqları. İxtisas artırma və peşəkar inkişaf proqramlarına cəlb olunmaq, o da onun hüququdur. Təhlükəsiz və sağlam əmək şəraitində işləmək hüququdur. Əmək hüquqlarının sosial təminatların qorunmasını tələb etmək, burada həmkarlardan tələb edə bilər, digər orqanlardan tələb edə. Pedaqoji fəaliyyətinə qanunsuz müdaxilələrdən qorunmaq hüququ da var, qanunsuz müdaxilə hüququ da var və peşəkar birliklərdə və ictimai təşkilatlarda iştirak etmək. Müəllimlər heç bu hüququ bilirlər ki, bunlar bəziləri ilə bizə olmaz, amma əslində bu onun hüququdur. Müəllimin vəzifələri nədir? Təhsil proqramlarını keyfiyyətlə tədris etmək, birinci təbii ki, vəzifəsidir müəllimin. Şagirdlərin bilik, bacarıq və səriştələrini inkişaf etdirmək, şagirdlərin şəxsiyyətinə hörmətlə yanaşmaq, ayrı seçkiliyə yol verməmək, şagirdlərin həyat və sağlamlığın qorunmasına diqqət etmək, bəzən o şagirdin həyatı sağlamlığı təhlükədə olan anda müəllim borcudur ki, o təhlükəni ondan soğuşdursun və öz sinəsini qabağa etsin. Bu məsələ. Vətənpərvərlik, humanizm və milli dəyərləri təbliğ etmək, milli mənəvi dəyərləri aşılamaq. Peşə etikası qaydalarına riayət etmək. Bu da onun vəzifəsidir. Valideynlərlə əməkdaşlıq edmək, bu da vəzifədir. Öz peşə hazırlığı və daim təkmilləşdirmə aparmaq. Etik öhdəlikləri də var müəllimin. Şagirdləri alçatmamalı və təhqiq etməməlidir. Fiziki və psixoloji zorakılığa yol verməməlidir. Qiymətləndirmədə qərəzsiz olmalıdır. Şagirdlər arasında ayrı seçkilə yol verməməlidir. Məxfi məlumatları qorumalıdır. Valideynlə müəllim əməkdaşlığı, valideynlə müntəzəm əlaqə saxlamalıdır. Şagirdin inkişafı barədə məlumat verməlidir. Tədris prosesində ailə ilə əməkdaşlıq etməlidir. Valideynlə hörmətlə yanaşmalıdır.
Əməkdaşlığın hansı formaları var? Bax, gəlir əsas məsələ. Əməkdaşlığın hansı formaları? Fərqli görüşlər. Məsələn, mən 20 nömrəli məktəbdə hələ valideynlər assosiasiyasının vitse-prezidenti olanım. Gündə bir 30 nəfər valideyn gəlir. Onda valideynlərin əksəriyyəti ya prokurorluq işçisi, ya dövlət təhlükəsizlik xidməti, ya nə bilim, vergi idarəsinin rəisi, ya nə bilim, müdafiə naziri, hamısı obyektlər orada yerləşdir. 30 nəfərə yaxın valideyn qəbul edirdim fərdi şəkildə və onların belə deyək də, bioqrafiyasını müəyyənləşdirirdim ki, çünki bu uşağı idarə edən valideyndir. Onun haqqında gələn məlumatda olasan ki, uşağın da qəlbinə yol tapa biləsən. İkinci, valideyn iclasları, hansı ki, bu iclaslar da bizim formatda hələ ki, lazım olan formatda deyil. Əsasən, uşaqlara görə valideynlərin qınanması iclaslarına çevrilir. Halbuki, valideyn iclasları özü bir əməkdaşlıq üçün fürsətdir ki, valideyni sosial tərəfdaş kimi cəlb edəsən. Üçüncü, elektron və rəqəmsal əlaqələr. Bu iş zəifdir bizdə. Valideynlər və müəllimlər bir-birinə elektron və rəqəmsal əlaqələrə hələ alışmayıblar. Açıqdır bu məsələ. Dördüncü, açıq qapı günləri. Burada valideynlər iştirak edirlər. Birgə tədbirlər, maarifləndirici seminar və təlimlər, valideyn icmaları, hansı ki bizim mövzumuzda əsas və sosial tərəfdaşlıq layihələri. Sosial tərəfdaşlıq layihələri nə deməkdir? Hər bir Azərbaycanda fəaliyyət göstərən biznes şirkətinin daxilində bir proqram olur. Korporativ sosial məsuliyyət proqramı. Bu proqramın vəzifəsi odur ki, o şirkət qazandığı pulun 3də 1, 4də 1, 5də 1 hissəsini, yəni müəyyən hissəsini xərcləməlidir ictimai işlərə, ictimai sahədəki işlərə. Və hansısa uşağa təqaüd vermək, hansısa uşağı xarici göndərmək, hansısa sağlamlıq problemi həll etmək, məktəbli forması almaq, kiməsə yetim ailələri kömək etmək, şəhid ailələri dəstək olmaq. Bu sosial proqramdır. Yəni, hər bir şirkətin, Azərbaycanda pul qazanan şirkətin proqramında korporativ sosial məsuliyyət deyilən bənd var. KSM deyirlər, korporativ sosial məsuliyyət. Həmin şirkət müəyyən qazandığı faizlə biz şirkətlərin çoxsunu görmürük. Amma məsələn, bəzən görürsən, Azərseyir, Narmabayəllə müəyyən kompaniyalar təşkil edir, nə bilim, filan uşaqları düşərgəyə yaratdılar, filan uşaqları, filan şeylərlə. Və valideynlər də bu sosial məsuliyyət məsələsində çox aktiv iştirak eləməlidir. Çünki elə valideyn var ki, hansısa bir şirkət rəhbəridir, Novostroykalar tikilir, yeni tikililər tikilir, zavodu var, fabriki var. Onu dəvət edirsən məktəbə ki, gəl öz məktəbində bir basen tik. Məsələn, bir şahmat klubu yarat, nə bilim, bir hasar çilir. Həmin valideyni sosial tərəfdaş kimi məktəbə cəlb edirsən və həmin vəsaitdə sərf olunur gələcək məktəb üçün onun əlavə imkanlarına. Bu da bir sosial tərəfdaşlıq proqramıdır. Göründüyü kimi biz burada sadaladıq bu əməkdaşlıq formaları. Bu bəlli formalardır. Hamımızın bildiyi formalar. Hərçənd ki, onların hamısından istifadə eləmirik. Bəs indi bilmədiyimiz hansı formaları var və biz çox istərdik bizim ağsaqqallar burada iştirak edir. Onlar o zamanın ənənə və baxışları ilə yanaşırlar. Cavanlar da indiki zamanın ənənələri yanaşırlar. Görək, hansı yeni bir əməkdaşlıq formasını tapa bilərik ki, o uşağa təsir etsin. Məsələn, deyirlər ki, məktəb ilə ailə arasında müqavilə formatına keçirik. Məktəb ilə ailə arasında müqavilə imzalansın. Müqavilənin tərəflərindən birində məktəb olsun, birində də valideyn olsun. Valideyn müəyyən öhdəlik götürsün, məktəb müəyyən öhdəlik götürsün. Həm tərbiyə, həm təhsil məsələsi. Belə bir format. Və yaxud da ailə-məktəb birlikləri formatı. Yəni, müəllimlər əvvəllər də eləyirlər, tez-tez ailələrdə olsunlar. Hər sinifin uşağı, 30 nəfər varsa, 20 nəfər varsa sinifdə uşaq, hər həftədə bir gün, məsələn 2 gün həsr eləsin, o uşağın ailəsinə görüşür. Yəni bir süfrə açsın, ailə bir süfrə açsın, müəllim gəlsin, onun görüşsün. Bunu hansı valideyn istəməz ki, hamı istəyər ki, müəllimi ona qonaq olsun. Onun rezonansı necə olur? Olub bizdə. Onun rezonansı necə olacaq müəllim? Onlar olub bu yaşımızda, tezlə tətbiq olunurdu. Valideyn, məsələn, müəllimlər evlərə təkmir. İndi bir daha üzr istəyirəm, hansı müəllimə deyək ki, məsələn, 20 uşağa dərs deyirək, məsələn, sinif rəhbərdir. Heç onun, bəlkə onun 15-in evini tanımır. Bizim ən qırılan hissə amma müəllim görə valideyni tanısın da. Tanımalıdır. Tanısa, uşağı da tanıyacaq. Ev şəraitinə maraqlanmalıdır. Bunlar şərtdir. Əsas o şərtlərdən biri odur ki, müəllim tanımalıdır uşağı.
Onun ailə vəziyyəti ilə bağlanmalıdır. Ondan sonra onun yaşayış səviyyəsi ilə. Uşaq gəlmir günlərlə dərsə. Nə bilirsən o uşağın başına nə çatır? Şahin müəllim bir şey deyək, indi var reallıq başqadır. Əvvəl kənddə işləyən müəllimlərin çoxu yerli müəllim olurdu. Bu kəndi tanıyırdı, cəmaatı tanıyırdı, əlaqələr olurdu. İndi mən işlədiyim məktəbdə yerli müəllim ümumiyyətlə yoxdur. 2 müəllim var, o da gəlin gəlib ora. Onlar da kəndi tanımır. Qalanı alınıb Bakıdan, Şəkidən, Zaqataladan, Nəbhardan gəlib. Onlar taksi ilə gəlib, taksi ilə gedirlər. O valideynlə əlaqə saxlamaq hal-hazırda yoxdur. Heç öz dərs dediyi uşaqları ilin axırınacan tanıya bilmir. Qaldı hələ onun ailəsinə getsin, ailəsi ilə müzakirə eləsin. İndiki vəziyyət biraz başqadır. Təhsil Nazirliyində də bu məsələni biraz qaldırmaq lazımdır ki, yerli kadra balı az olsa belə üstünlük verilməlidir. Yəni 2-3 dəfə demişəm, amma bu məsələyə diqqət edən yoxdur heç. Samit müəllimin sözünə qüvvət, demək Şahin müəllim, bizdə belə bir hadisə 3-4 il bundan qabaq belə bir situasiya yarandı. Kəndlərimizin birində elə bir ki, müəllimə gedib miqdən keçmişdi, 42 bal toplamışdı. Bir dənə də hələ o Samit müəllimin indi işlədiyi bu hansı ki, kətdən danışır, o kətdən də bir müəllimə keçmişdi, 43 bal toplamışdı. Cəmaət da xahiş elədi, gəldilər ki, hökmən, bu kəndin adamıdır da, qoy bu müəllimə dərs desin. Bizim uşaqları tanıyır, biz bunu tanıyırıq. Heç cürüm yox, bu bir bal bunda fərq var, 43 keçsin, amma elə məsələlər var ki, o force-major halları olur da. Orada, burada da çıxır da, o kəndin adamı daha yaxşı tanıyır da onu. O daha çox qaynayır, qarışır, məsuliyyətsiz, utanır. Bizdə bir sən kənd adamı ilə biz anlayırıq. Bizdə bir söz var, yüzdən utanır, amma bir-birinə hörmət qoyur. İndi bilirsiniz, mən bir şeydə toxunmaq istəyirəm. Bu, xüsusən də elə Masallı Cənub zonasında çox populyar məsələdir. Bir dəfə biz Masallının obyektlərinin yoxlamağa gəlmişdik. Bir layihə vardı, BMT İnkişaf Proqramı ilə Azərbaycan hökuməti arasında. Və mən orada mədəniyyət abidələrində yoxladım, ticarət obyektlərində. Və məsciddə oldum. Məsciddə olanda gördüm ki, o bazarın yanında da, gördüm ki, xanımlar üçün orada yer bağlıdır. Ona bir ambar kimi eləmişdilər, bağlayıblar. Bəs Axunddan soruşdum ki, sizdə bəs xanımlar gəlib getmir ibadətə falan. Yox deyir, biz ehtiyac görmürük, yəni lüzum bilmirik. Deyirəm, nə üçün? Deyir, çünki bura böyük bazar, burada bazar var, bazarın qabağından keçməsinlər deyə biz ehtiyac görmürük də. Yəni, bu da bu mental dəyərlərimiz var, falanımız var. Bu xüsusiyyətlərdə də, məsələn, görsən müəllimdir. İndi də üstü örtülü toxunuram. Deyir ki, məni çəkməyin, məni göstərməyin, məni filan şey eləməyin. Amma müəllimdir. Müəllim elə bir peşədir ki, o artıq öz sahəsinə aid olan məsələlərdə publik bir şəxsdir. Publik bir şəxsdir. Yəni, o özəl bir şəxs deyil də. Ailədə öz rolun var, ailədə ailə münasibətləridir, filandır, o evin içində qalır. Amma müəllim kimi cəmiyyətə çıxırsansa, artıq uşaq hazırlayırsansa, sən artıq cəmiyyətə hazır olmalı, açıq olmalısan. Yəni, sən sabahları hansısa bir görüş oldu, səni göndərdilər rəsmi nümayəndə kimi təmsil eləməyə, yaxud hansısa bir televiziya kanalı gəldi, hansısa bir müsahibə götürmək istəyir. Yox, məni çəkməyin, plan eləməyin. Artıq düz gəlməyəcək istərsiniz. Çünki publik şəxsdir, ictimai publik şəxsdir müəllim. Onu da nəzərə almaq lazım. Və mən mental dəyərlərin tərəfdarıyam. Məsələn, bəzən bizdə gender hüquqlarını düz anlamırlar. Gender elə bilirlər ki, elə qadınların üstünlüyüdür. Xeyr, gender qadın üstünlüyü demək deyil. Gender kişilərlə bərabər qadınlara ola biləcək imkanlardan onları məhrum etməməkdir. Yəni, hansı imkan kişidə varsa, hansısa məsələdə, o imkandan qadının da ixtiyarı var, hüquqdan istifadə etsin. Onu məhrum etməmək. Gender budur. Məsələn, vəzifə deyək. Məsələn, bizdə icra hakimiyyətlərinin çoxusunda bir vəzifə var. Əvvəllər vardı. Humanitar, ictimai, humanitar muavin. Humanitar sahə üzrə muavin. Əvvələ belə bir tendensiya var ki, ora ancaq qadın təyin olunur. Baxırdım bütün rayonlara, görürsən, humanitar muavin qadın. Niyə görə? Gender hüquqlarını biz qoruyuruq. Amma bu vəzifə o peşəyə görə olmamalıdır.
vəzifə keyfiyyətə görə olmalıdır. Əgər o qadın doğrudan da o vəzifəyə layiqdirsə və kişi ilə bərabər gəlib o vəzifədə çalışa bilərsə, ona görə olar onu qadın təyin eləmək. Amma əgər sırf qadın olduğu üçün ora təyin olursa, artıq o qadının özünü aşağılamaqdır. Çünki ancaq qadın olduğuna görə onu gətirib ora təyin edirsən. Yəni burada iş peşəkarlığı, iş fəaliyyəti, onun göstəriciləri üstündürsə, təbii ki, o gəlib həmin vəzifəni tutmalıdır. İndi son dövrdə artıq belə deyil, görürsən artıq dəyişib, dedisi rayında da dəyişib. Həm də onun dediyi sektor elədir. Yəni, belə şeylər var. Yəni, bizim, məsəl üçün, dəyərlərimizlə, o bayaq sadaladığımız o genderin bəzi dəyərləri, əslində o bəzi, mən Profesor Fuad Mahmedov var, onunla da bu mövzunu söhbət eləmişəm, daban-dabana zidd dəyərlərimiz var bu mövzuda. Amma təhsil və inkişafdan yayına biləcək qədər biz o dəyərlərə qapılmamalıyıq. Milli dəyərlərimizi qorumalıyıq, istənilən halda. Amma təhsil və uşağın inkişafına olan məsələlərdə valideynlər də istər qadın olsun, istər ata olsun, ana olsun, bir mövqedən çıxış etməlidir. Məsələn, deyək ki, uşaqların hüquq məsələsinə gələndə müəllimlər nə vaxt həmrəylik göstərirlər? Hansısa məktəbdə tərbiyə işləri üzrə müavin, direktor müavin. Uşağın saçını qayçı ilə kəsib, bütün sosial, o müəllimə demirəm, töhmət verirlər, ya işdən çıxartlar, bütün sosial şəbəkələrdə müəllimlər qalxdı ayağa ki, niyə yenə də müəllimi əzirsiniz, niyə yenə də müəllimin üzərinə hücum edirsiniz, nə üçün müəllimi qorumuruq, nə üçün müəllim nüfuzu düşüblər? Nə üzərində? Uşağa qarşı edilən zorakılıq üzərində. Düzdür, o müəllimin niyyəti olub ki, uşaq normal, belə deyək də, viddə gəlsin məktəb. Amma sən ixtiyarın var mı ki, uşağın saçını kəsəsən? Seçdiyin metodsa. Müəllimə də sən demək istəyirəm. O müəllimlər də verəcəm hərbizə. O müəllimlər də başladılar o mövzuda həmin müəllimi müdafiə edir. Həmrəyliyi orada göstərirlər. Amma müəllimlər niyə öz həmrəyliyini sosial məsələlərdə göstərmirlər? Maaşı belə gəldi, yaxud hansısa bir hüququ pozuldu, onda bəli, müəllimlər dursunlar ki, öz hüquqlarını qorumaq üçün həmkarlar qarşısında, yaxud başqa orqanlar qarşısında mən öz hüquqlarını qorumaq istəyirəm. Amma uşaq zorakılıq üzərində hüquq qorunmur. Uşaq elə bir varlıqdır ki, hər bir pedaqoji prosesi bilən müəllimin uşağa 11 emosional təsir metodu var. 11 emosional təsir metodu var. Hansı ki, o metodların içində nə vurmaq yoxdur, nə qışqırmaq yoxdur, nə təhqir eləmək yoxdur, alçatmaq yoxdur, heç bir şey yoxdur. O, müəllimin pedaqoji metodları. Müəllim uşağı necə əl almalıdır, isti-soyuq kontaktı onunla necə qurmalıdır, necə uşağı sevgi aşılayıb o enerjini geri almalıdır. Siz bilirsiniz ki, hər bir insan enerji daşıyıcısıdır da, vibrasiya edir, enerji vibrasiya edir. Televizorun antenası kimi dalğa tutur. Əgər o enerji düz verilirsə, məsələn, mən indi enerjini sizə düz ötürürəmsə, mən sizdən, özümdən də güclü enerjini sizdən alacaq, qaydacaq mənə və sizin enerjiniz də artacaq. Yox, əgər o bəzi bağışlayın, manyaklar oraya gəlir, enerjini dartır aparır, adamdan bütün enerjini götürür. Hər girəndə da bu yenə gəldi də qanımız qaralacaq. O başqa şey. Enerjinin itirməməsi qanunu budur. Məsələ odur, Ayətül Kürsü var Quranda. Deyir, xəstə oxusa sağalar, nə bilim, uzaq yol çıxan uğur tapar, ac olan toxular və ilaxır və ilaxır. Bax, müəllim Ayətül Kürsü kimi bir şey. Ola bilər evində acıdır. Amma sinifə gələndə müəllim hamıdan tox görünür. Ola bilər paltarı yoxdur, amma sinifə gələndə hamıdan gözəl görünür. Ola bilər evdə kimsə eləsə bir inciliyi olub da, amma sinifə gələndə tamam başqa aləmə gəlir, tamam başqa dünya görüşü sərgiləyir və uşaq da baxırdı ki, mən buna oxşayım. Çünki niyə? Bu demək deyil, müəllim artistdir, yox. O, ona görə o obrazı yer, o başa düşmək ki, tək özü üçün etmir. O uşaq üçün edir bunu və bu uşaq bundan nümunə götürəcək, bugünkü görüşdə bundan nümunə götürəcək. Hansı nümunəni verəcək o müəllim uşaq? Ona görə də müəllim yanaşması bəzən deyirlər ki, indiki uşaqlar mümkündür, idarə olunmazdır, indiki uşaqlarla bacarma olmur, falan olmur. Niyə görə bacarma olmur? Çünki telefon və informasiya, əsasən informasiya, hər bir şey informasiya ilə keçir. Uşaqların informasiya təhlükəsizliyi qorunmayıb, açıqdır. Hər ailədə telefon var, hər ailədə televiziya var və özəl kanallarda telefon da gəlir, girib birbaşa sizin evinizə. Bu və digər şey, o Türk film seriallarına baxırsınız, orada bir beyin hüceyrələrini dağıdan bir musiqi olur da, belə orkestr musiqisi. Ona da səhərdən axşamadan qulaq asırsınız, gedir o tərəfə, gəlir bu tərəfə, gedir o tərəfə. Sonra adam işləmək istəmir. O xanım o qədər ona qulaq asır ki, sonra onda işləmək həvəsi olmur. Əvvəllər bizdə xanımlarımız, nə bilim,
10 dənə övladı vardı, gəlirdi elə, nə bilim, bağda həyəti süpürərdi, filan şeyləri, hər səhər 6-da 7-də durardı filan. İndi 6-da 7-də duran kimi, məsələn, görsən, hələ tədbirə çağırmasalar bunu duran deyil. Yəni, bu şeylər olduğu üçün də müəllimlər də gərək o, belə deyək ki, valideyn kimi özlərini hiss etsinlər. Müəllim özünü valideyn kimi hiss etməlidir. Əgər bu, hətta uşağın övladı belə yoxdursa, valideyn kimi müəllim özünü mütləq hiss etməlidir. Çünki məktəbdə tərbiyə arxa plandadır. Təhsil keçib ön plana. Bu dəqiqə təhsil yarışına gedir. Repetitorluq niyə inkişaf edir? Ona görə ki, valideyn uşaq məktəbə inanmır, az yaşından uşağı qoyur repetitora və məqsədi nə olur? Ancaq ali məktəbə qəbul. Şəxsiyyət yetişdirmək yox, ali məktəbə qəbul. Ona görə də sabah uşaq da qəbul olmayanda məcbur olur ya peşəyə, yaxud avara qalır və ilaxır, valideyn gücünü verir bu hazırlığa. Və müəllim də diqqətdən, halbuki bu günləri, məsələn, siz desəz ki, bu nədən yaranıbdır, bu informasiyanın hesabına olub, uşaqlar belə pisdir və yaxud bunlar deyil, bunun səbəbi bu deyil. Hər məktəbdə bugün də əlini qaldırsan, barmaqla göstəriləsi bir yaxşı müəllim var. Razısı da yəqin. Hər məktəbdə barmaqla göstərilir. Məsələn, İsa müəllim məktəbində İsa müəllim barmaqla göstərirlərmi? Düzdürmü? Hər məktəbdə barmaqla göstəriləsi bir müəllim var. Bəs yaxşı, sual olunur. Həmin müəllim, həmin maaşı alınır. Həmin müəllim necə olub ki, indiyənə qədər o məktəbdəki ən dəcəl uşaqlar belə o müəllimə hörmət edirlər? Niyə? Çünki o uşaqla olan, dərslə olan, məktəblə olan mənəvi prinsiplər ki var, kriteriyalar var ki, dərsimi necə keçməliyəm, tərbiyəmi necə, onu qoruyur, özünə hörməti saxlayır, nüfuzu saxlayır. Bəli. Nüfuzu onun hesabından, yəni fərdi müəllimin özündən asılıdır nüfuzu qorumaq. Çox zaman deyirlər, müəllimi çox ürvatdan salmışım, nüfuzdan salmışım, bir də nazir bir söz dedi, obrisi bir söz dedi, bobrisi bir söz dedi, müəllim hörmətdən düşdür. Müəllim bununla hörmətdən düşməməlidir. Müəllim o qədər güclü şəxsiyyət olmalıdır ki, küçədə 1000 dənə, 2000 nəsə 1000 dənə söz danışsa, hamı deyəcək, bilirsən nə var? Mənim filan müəllimim var, çox hörmətli şəxsdir. Mən indiyənə qədər də o müəllimin hörmətini saxlayıram. Bu müəllimin özündən asılıdır. Yəni, bu məsələ müəllimlərə aid olan məsələdir. Ona görə mən, məsəl üçün, heç bir halda razı deyirəm ki, müəllimlər bəzən deyirlər ki, evində uşağa tərbiyə verə bilməyən valideyn, uşağın göndərir mənə ki, hələ bir mən ona tərbiyə verir. Əslinə qalanda məktəbin funksiyası, tərbiyə vermək funksiyasını hələ heç kəs əlindən almır, qadağan eləmir. Məktəb həm tərbiyə, həm təlim əsasıdır. Təhsil də verməlisən, tərbiyə verməlisən. Valideynin bacarmadığı tərbiyəni də sən verməlisən. Niyə? Çünki valideyn psixoloq deyil hər valideyn. Valideyn pedaqoq deyil. Ola bilər ki, valideyn neysə o ailə qurmağı, planlaşdırmağı özünü heç bilə bilməz. Amma sən müəllimsən, sənin birinci dostun və psixologlar elə o valideynlər olmalıdır. Sən əgər onlara yaxşı maarifləndirici bir təlim getsə, sənin 10 dənə evdə, 20 dənə evdə psixolog olacaq. Və həmin o valideynlər sənə kömək edəcək ki, uşaq düz tərbiyə olsun. Büyüklər, valideynləri maarifləndirən ikinci bir adam yox. Buyurun. Aynur xanım, mən buyurun. Özünüzü təqdim edin. Abbasova Vüsalə, Türkiyə Orta Məktəbi. Demək, mən həm valideynəm, həm də ki, müəllimim. Amma valideynin və müəllimin hər birinin özünün haqlı və haqsız tərəfləri var. Yəni, bir mənalı şəkildə olmur. Məsələn, mən özüm sinif götürəndə, inanın ki, bir il düz valideynlərlə maarifləndirim aparıram. Valideynlərin də necə deyirlər, mən ibtidai sinif müəllimiyəm, amma ki, filologiya üzrə necə oxuyuram. Həm də ki, hətta mən əmanət dairəsində çalışanda, orada da valideynlərlə görüşürdüm. Yəni, şəhid və qazi övladlarının dəstək belə bir layihə var. Eləcə də ki, öz şəxsi valideynlərimlə. Demək, necə deyim, bu müəllimin əslində düzdür, öhdəlikləri çoxdur, amma ki, burada bir müəllim nüfuzunun həqiqətən də aşağı salınması çox böyük ziyan verir. Bu da ki, düzdür, psixoloq, müəllim həm psixoloqdur, həm həkimdir, həm necə deyirlər, məsləhətçidir, həm uşağın tərbiyəçisidir. Əslində çox, necə deyirlər, öhdəliklər qoyulur. Bununla inanın ki, mən hərdən bir o qədər öz valideynlərimlə, öz sinif uşaqlarımla məşğul oluram ki, üzr istəyirəm, doğma uşaqlarıma belə həmin vaxtı ayıra bilmirəm. Amma ki, doğrudan da maarifləndirmə olsa, düzdür, valideynlər var ki, həqiqətən də çox onların həm intellektual səviyyəsi, həm başqa cür çıxmasın, başqa səviyyəsi çox aşağı səviyyədə. Amma onlarla həqiqətən çox böyük iş aparılmalıdır. Məsələn ki, mən şəxsən Təhsil Nazirliyinə bir dəfə məktub yazmışdım ki, valideynlər var ki, doğrudan da oxumaq istəyirlər, təhsil almaq istəyirlər.
Yəni görmüşəm də valideyn gəlir sinifdə oturur ki, ləzzət eləyir. Mən də kaş ki, yenidən şagird olaydım. Ya da ki, hətta bir təklif də eləmişdim ki, mən şəxsən pulsuz, ödənişsiz surətdə elə valideynlərə dərs keçməyə hazıram. Amma nəsə hələ yazdılar ki, bəs yəni Təhsil Nazirliyinin hələ elə bir vəsaiti yoxdur, elə bir kurslar təşkil etməyə, yəni mənə cavab yazanda. Onu icma da təşkil edir. Hə, ona görə deyirəm ki, yəni müəllim, bilirsiniz nəyə, uşaq niyə hörmət eləmir? İlk əvvəl uşaq evində tərbiyə görür və valideynin sözü uşaq üçün qanundur. Valideyn əgər deyəndə ki, filan kəs pisdir, yəni onun sözünə əhəmiyyət vermə və yaxud nəsə eləmə, uşaq birinci valideyninə inanır da. O müəllim də ki, onu qazanmaq üçün həddindən artıq çalışmalıdır. Birinci necə deyirlər, əslində birinci valideynlərə dərs keçilməlidir. Valideynləri o qədər maarifləndirməlisən ki, o artıq necə deyir, uşağına təhsil eləyə bilsin. Bir də ikinci məsələ odur ki, valideynlər həqiqətən indiki dövrdə hətta birinci sinif uşağına belə, öz uşaqlarına belə söz yeridə bilmirlər. Keçirə bilmirlər, həqiqətən yeri. Hətta mənə çox vaxt deyirlər ki, siz deyin ki, uşaq evə gələn kimi yemək yesin, televizora baxmasın, bacısını döyməsin. Yəni, bu qədər valideynlərin həqiqətən də mən elə bilirəm, birinci növbədə valideynlərə nəsə bir kurslar təşkil eləməli, biraz həyəcanlıyam. Valideynlərə kurslar təşkil olmalıdır ki, yəni sən bunu eləməlisən evində. Bir valideyn ki, 5 yaşında uşağına telefonu ala bilmir, ona necə deyək, yemək yedirə bilmirsə, inanın ki, deyir ki, evdə biz yazı yazdıra bilmirik uşağa, siz yazdırın. Nəsə eləyirsə, uşaq demək məktəbdə eləyir. Amma həqiqətən də qiymətləndirmə çox aşağıdır, müəllimlərə qarşı qiymətləndirmə çox aşağıdır. Bayaq dediyiniz kimi, elə müəllimlər var, görür ki, qiymətləndirmə, dəyərləndirmə yoxdur, o həvəsdən düşür. Ümumiyyətlə, heç bir şey eləmək istəmir. Deyir ki, niyə eləyim? Onsuz da ki, bunu eləyirəm də, yəni həmin şey eləmirəm də. O artıq yenə də bir növ, yenə də müəllimin nüfuzunu aşağı salır, uşaqlar onun haqqında ümumiyyətlə aşağı səviyyədə olurlar. Necə deyim, indiki dövrdə müəllim fədakar, bir fəda. Müəllim nüfuzunu necə qaldıra bilərdir? Mən ümumiyyətlə çox şanslı müəlliməm. Necə deyim, hətta necə deyirlər, valideynlərin, belə başqa cür çıxmasın, dediyim sözlər bəlkə valideynlər üçün də qanundur. Yəni, o əslində çox əziyyət çəkmişəm ona görə. Necə deyərlər, öz evdəki işlərimi, problemlərimi, uşaqların problemləri ancaq atmışam. Saatlarla valideyn, hətta onların evdəki məsələlər ki var, evdən yoldaşım belə elədi, qaynanam belə qoymadı. Onu inanırsınız ki, evdə o məsləhətləri onlara vermişəm. Hətta üzr istəyirəm. Qadın vardı ki, yoldaşından boşanmaq istəyirdi. Onu inanırsınız ki, belə yolundan çəkindirdim. Dedim ki, bəs, yəni ki, öz, necə deyərlər, bir növ psixologiya, psixoloq olmuşam. Valideynlərin sayəsində psixoloq olmuşam mən. Amma həqiqətən də dəyərləndirmə, yəni çıxaq ki, bu müəllim bu işləri görürsə, bu birisi görmürsə, yəni maaş başa düşürəm eynidir, amma adicə bir qiymətləndirmə, bir sertifikat. Sizin övladınızda hansı cəza metodunu tətbiq edirsiniz? Mən ümumiyyətlə hər bir zorakılığın əleyhinəyəm. Zorakılıq demə, cəza. Öz övladıma. Cəza lazımdırmı uşağa? Öz övladıma, ya sinif uşaqlarıma. Öz övladıma mən heç bir, mən ancaq psixoloji söhbətlər aparıram, ancaq... Yəni siz desəniz ki, cəza verilməməlidir. Bəli. Çünki cəza veriləndə artıq uşaq necə deyir, üzr istəyirəm, necə deyir, üzü qanunlaşır da, artıq öyrəşir elə şeyə. Yox, cəza deyəndə ki, ola bilər. Müsbət cəzalar var. Elə şeylər var ki, məsələn, bir dəfə ola bilər. Tutaq ki, üzr istəyirəm, çox üzr istəyirəm. Bu uşaq, yəni, bunu nəsə eləyirsə, məsələn, ona bir dəfə olar, yəni, demirəm, alçaldıcı, şəxsiyyətini alçaldıcı. Amma hansısa bir, yəni, onu hansısa metodla cəzandırmaq olar. Bir dəfə, yəni, valideyn də ki, çıxırsa, mənim uşağıma söz deməyin, verir. Hansı metodla? Elə onu soruşur. Məsələn, mən tutaq ki, bir uşaq çox nadinc uşaqdır. Başqalarına qarşı çox, necə deyir, üzr istəyirəm, belə kələkbazlıq eləyirdi. Mən ona dedim ki, bəs mən sənə yarışdırmaram belə şeydi. Mən səni başqa cür bilirdim, sən bu cür uşağı olursan. Bax, bununla da gözdən düşürsən. Biz necə deyil, mən çox istərdim ki, deməli, Gürcüstanda biz Avropa Şurasının tədbirində bizi şərt qoydular. Azərbaycanın mövqeyini 36 saniyədə 1-2 cümlə ilə, 3 cümlə ilə ifadə etmək. Yəni, burada iqtisadiyyat, mədəniyyət, hər bir şey. Mən çox istərdim sizin hər biriniz bir cümlə, yaxud 2 cümlə ilə öz fikrinizi ifadə edəcəksiniz. Sual məsələn tam kritik. Uşağa cəza verilməlidir ya yox
verilməlidirsə ən yaxşı, belə maksimal cəza və ya yüngül cəza hansıdır? İndiki dövrdə, Sovet dövründəki fərqli xüsusiyyətlər nədir? Məsələn, mənim cəzam odur ki, mən uşağı deyirəm, mən daha səni sevmirəm. Sevməkdən. Sevmirəm. Daha doğrusu sevmirəm, Siz yox. uşağı öldürmüşsünüz də. Yox, elə yox. Deyirəm ki, yəni ki, mən əgər deyirəsən, daha səni sevməyəcəm. Hər böyük elə ona sevmirəm. Yox, sevmirəm, yox. Dedim ki, daha səni sevməyəcəm. Daha mən səni sevə bilmərəm belə eləsən. Yəni, mən bunu deyirəm. Mən sizə bir söz dedim. Sevgiyə və qayğıya və xüsusən də onun istədiyi şeylərdən onu məhrum etmək, uşaqların alt psixologiyasında uşağa daha ciddi təsir edir. Nəinki adi bir fiziki hansısa bir təsir edir. Məsələn, mənim rəhmətli atam, deməli, hansısa kino olacaqdı televiziyada, televiziya proqramları o vaxt çıxırdı da, o bir qalanın sirri, nə bilim, obursu. Bu da Fətəli xan kinosu idi, yəni nə idisə mənim yadıma gəlir. Mən o kinoya çox hazırlaşmaq istəyirdim, baxmağa. Nəsə mən bir səhv eləmişdim, atam da götürsün neynəsin, o televizorun arxasında o predaxrantil olur, qoruyucu. Onu çıxarıb şunur qarışır, o da şunurla bir yerdə gedirlər. Televizor heç yeri taxa bilmirsən. İnanın, mən o qədər şok, o qədər psixoloji baskı keçirtdim həyatımda ki, indiyənə qədər də o baskı yadımdan. Yəni, alt şuuruma həkk olub ha. Ki, mən o kinoya baxa bilmədim. Yəni, bəlkə də o mənə hansı cəzanı versəydi razı olardım, amma o kinoya baxmama mən hər şeydən məhrumum. İndi bəzən valideynlər deyir, bəli, dəbə düşüblər, deyirlər ki, uşağın istəklərindən onu məhrum edeyim. Hələ bu istəklərinə bağlıdır da bu uşaq. Ondan məhrum elədi, apar qayda, o nə istəyirsən? Şahin müəllim, üzr istəyirəm müəllimə, biraz üzr istəyirəm müəllimə. Yox, məsələdən başqa, öz fikrini düzgün çatdıra bilməli, yaxşı formulovka eləməli. O işin başqa aspekti var. O nədir? Öz evladından söhbət edir. Evladı müəlliməni o qədər sevir ki, o sadəcə o sözlə çatdırır ki, əgər belə olsun, mən səni sevmərəm və sevmərəmaqdan sonra uşaq o sevgini itirmədiyi üçün daha o səhv eləmir. Onu eləmək, onu demək istəyirdim. Hörmət mənim fikrinizi daha aydın zaten. Yəni uşaq artıq həmin o Allahın ona verdiyi o paydan görür ki, əlim çıxa bilər, uşaq ağlından fikirləşir. O bilmir ki, məni ana həmişə sevəcək. Amma o onu itirmədiyi üçün, itirmək istəmədiyi üçün onu edir. Sən onu yerinə yetirə bilərsən, sən o sevgini uşaqlara eləyəmir. İbtidai siniflərdə... Valla filolog elə uşağa səhərdən axşama qədər şeir nələrə gözəl şeylər deyərəm uşaq. Yox, üzr istəyirəm, müəlliməm. İbtidai sinif müəllimisiz, biz məktəb rəhbəriyik. Mənim bütün ibtidai sinif müəlliməm uşağı sevirlər. Hamısı. Sevməlidir də. Sevirlər, bəli, hamısı. Nə desə də, valideynlər də. Nə desə, büyünləri. Bax, amma indi mən sualı niyə görə verdim, hörmət müəllim? Dedim, indi yuxarı sinif müəllimi olsun, sən onu həmin qaydanı tətbiq edib, sən qazana bilərsən hörməti? Eləyə bilməz. Əslində, indiki baş verən hadisələr, o nəticədir, səbəb deyil. Səbəb birinci görüşdən başlayır. Uşaqla birinci kontakt, birinci ünsiyyət, soyuq isti kontakt düzgün quruldu, ömür boyu elə gedəcək. Aynur xanım, buyurun. Düzgün qurulmadı, tutarlı. Buyurun. Aynur müəllimə deyil. Bir sözümüz. Özünüzü təqdim edin. Mən Aynur müəlliməyim, Aynur Ələkbərli, Masallı bir sahil məktəbinin coğrafiya müəllimiyəm. Biz özümüz çox ciddi cəza şəraitində böyümüş uşaqlarıq və valideynlərimizə də qarşı çox hörmətimiz var. Yəni, deyirik ki, yaxşı ki, o cəzaları almışıq da, yəni heç birimizdə... Siz razısınız da, yəni, o dövrün tərbiyəsində. Amma bizdən tələb olunan cəza artıq o cəza deyil deyə verə bilmirik biz onun uşaqlara. Yəni, biz elə şagirdlərə elə cəzalar verə bilmərik və yaxud da ki, övladı elə cəza. Öz dövrünüzün cəzasından, tərbiyəsindən razısınız. Bəli, mən razıyam, çünki onun, yəni, müsbət tərəflərini görmüşük. Zəhləm olmasaydı, indi belə... Bəli, yəni onun müsbət tərəflərini görmüşük. Yaxşı, başqa kim? Getmirmişik və yaxud da ki, hə. Çox təmirsiz vəziyyətdədir. Yəni valideynlər əslində hər bir valideyni mən elə bilirəm ki, tərbiyə eləmək olar. Sadəcə onlarla iş aparmaq lazımdır. Mənim sinifimdə mən məsələn müəllimlər o təbliğat yolu ilə, necə deyək, o qədər maarifləndirmə yolu ilə inanın ki, valideynlər yerli kömək dəstək özləri bu maddi vəsait yığıb sinifi təmir elətdirdilər. Yəni canla başla, heç bir təzyiq, heç bir qadağa, heç bir necə deyirlər, məcburiyyət olmadan. Bir də ki, uşaqların bir məktəbə gəlməməyi. İndi mən sizə deyirəm, sizin maraq dairəvizə uyğun olmasa, həmin yerə gedərsiniz yoxsa yox, bir böyük kimi, gedə bilərsiniz. Yəni ki, hər hansı bir məclis, bir necə də iş və ya iş məcburi maddiyyətə görə gedirik. O uşağı yenə məcbur eləmək olmur. Hər halda onu cəlb etmək olmalıdır ki, uşaq əsasən yuxarı siniflərdə olur, o aşağı siniflərdə olmur.
Amma ki, yuxarı siniflərdə tutaq ki, şagirdi günahlandırırlar, valideyni günahlandırırlar ki, sən uşağı hökmən məktəbə göndər. O uşağa əgər orada marağı təmin eləmirsə, onu orada necə deyirlər, əylənmirsə, oradan zövq almırsa, o necə otura bilər o sinifdə? Otura bilmir axı. Aydındır. Alternativ fikir demək istəyən var. Mübahisə. Xanım da, cavablar bizim yerimiz fikir. Yaşlı nümayəndələri, dəyərlərin daşıyıcıları burada. Siz də alternativ fikir. Mənim Mən fikrimcə deyim, sən biraz zəhmət. Yox, mən təqdimat eləyəsən. Deməli, müəllimə bizim, üzr istəyirəm ha. Buyurun müəllim, buyurun. Sən tərəfləmə üçün. Müəllimə bizim dəmirçi məktəbində işləyir. İbtidai sinif müəllimidir. Çox fəal müəllimədir. Özü də həm ictimai işlərdə, həm də ki, məktəbdə çox fəal. Mən uzun müddət o məktəbin köhnə dildə deyir, inspektor olmuşam deyə tanıyıram. Məsələn, mən bir dəfə o müəllimənin dərsində iştirak elədim. Mən sizə açığı deyirəm, burada hamının yanı səmimi deyirəm. Mən kövrəlib çıxdım o sinifdən. Ki, yəni doğrudan hələ də indi bizim belə müəllimlərimiz, belə hamı var. Müəllim onda biz də burada kövrəldəcəyik. Məsələn, bu qədər, sinifdə bu qədər sevgi, sinifdə bu qədər məhəbbət, sinifdə bu qədər uşağın müəllimə nətərdim istəyi, müəllimin uşağı istəyi. Mən bir müəllim kimi, mənim indi 82-ci ildən mən pedaqoji instruktoru müəllim işlədim də 44 ildir də, elə olur da, elə 44 il olur. Mən məsələn, doğrudan mənim həyatımda təhsil sahəsində gördüyüm təhsil edici anlardan biri olub. Müəllimənin danışmağa haqqı var, Gülər xanımdır. Gülər müəllim. Ondan Gülər müəllimə də bir suala cavab verər ki, uşaqla necə dost olaq? Demək olar ki, uşaqlar mənim həyatımın bir hissəsidirlər. Mən onlara şagirdim kimi baxmıram. Elə bilirəm, onlar mənim övladımdırlar, yəni o cürləri sevirəm. Ümumiyyətlə, mənə görə müəllim, əsasən də ibtidai sinif müəllimi, çünki deyirik ki, ibtidai sinif təməldir. İbtidai sinif müəllimi təhsildən öncə sevgi ötürməlidir. Özünü sevdirməlidir. Sevgi ötürməli. Bəli, özünü sevdirməliyəm, mütləq. Bunu necə edəcəksiniz? Müəllim, onun da nə bilim, mən də öz metodlarım var. Mən dediyim kimi, çox həssas insanam. Ağsaqqallar istəyir də sizin metodlarınızı öyrənsinlər, çünki onların öz metodudur. Və mənim dərsimdə doğrudan da dəfələrlə təhsildən nümayəndələr iştirak ediblər. Açıq dərsim olub, diskimiz Təhsil Nazirliyinə gedib, yəni hazırlıqsız bir dərsimiz olub. Yəni, bəlkə də burada sözlə onu ifadə edə bilmirəm. Həqiqətən də mən şagirdlərimi... Sevgi üçün sözə çevrildi, oldu. Həqiqətən də çox sevirəm onları və bir də bizdə bu valideyn, müəllim münasibətindən söhbət gedirsə, biz elə gözəl bir münasibət qururuq ki, artıq sentyabr ayında biz valideyn iclası edirik və deyirəm ki, valideynlərə istəyiriksə biz uğurlu bir nəticə istəyiriksə, yəni istəyirik ki, bizim məqsədimiz nədir? Sonda bir uğurlu bir nəticə çıxartmaq. Onda bizim bir dostluğumuz, bərabərliyimiz olmalıdır, bizim bir birliyimiz olmalıdır. Valideynlərlə həqiqətən də dostluq. Mən bugünə qədər belə bir hal olub ki, mən valideynlə tutuşum. O qədər onlar məni sevirlər ki, hətta biz bu il mən 4-cü sinfi təhvil vermişəm. Onlar mənə ağlayaraq, hələ də mənə yazıb, biz hələ də qrupumuz demək olar ki, valideyn necə qüvvədir, yaxşı qüvvədir, yoxsa necə? Çox gözəl qüvvədir. Valideynlə danışıram ki, əgər sən istəyirsənsə, sənin övladın gözəl təhsil alsın, onda biz dost olmalıyıq. Mən nə deyirəmsə, yəni demirəm, mən nə deyirəm, o olmalıdır. Yəni ki, bizim sözümüz bir olmalıdır. Bayaq müəllimə də vurğuladı ki, bəli, müəllimlə valideyn bir olmalıdır. Bəzən olur, valideyn mənə deyir ki, Gülər müəllimə, bir dənə çasaq, deyirəm ki, mən sizin evinizdə kamera quraşdırmışam, sən telefonla oynayırsan. Mən də səs atıram, deyirəm... Hal-hazırda bəlkə uşaq yola gəlir. Hal-hazırda həm mən də 4-cü sinif, həm də hazırlıq qrupudur, uşaqlar. Onlar məni çox sevirlər. Bizi elə vaxt çox aldadıblar, amma... Mən də onlara səs atıram. Və şirin bir yalan qururuq da, belə deyək. Fən müəllimləri dinləmək istəyir. Fən müəllimləri, buyurun. İbtidailər onsuz da hər yerdə güclüdür. Bax, Möhsün müəllim çox etiraz edir ki, bu ayaqdandan. Yox, bu uşağın sevgisi, valideynin sevgisi ancaq aşağı siniflərdə formalaşa bilər də, 4-cü siniflərdə. Mən Möhsün müəllimin istəyib müəllimlik fəaliyyətinə, direktorluq fəaliyyətinə, savadına mən böyük hörmətim var, amma mən bir dənə misal deyəcəm. O misal demək üçün özümü mən ayaq üstə duram. Mənim həyatımda insan kimi formalaşmağımda müəllimlərimin çox böyük rolu olub.
Allah hamısı rəhmətə, amma onların bir neçəsi var ki, onlar ümumiyyətlə deyir ki, tarixi şəxsiyyətlər, fəlsəfədə belə bir termin var. Deyir, tarixi şəxsiyyətlər tarixi dəyişə bilməzlər, amma tarixin təkərini döndərə bilərlər. Bu, yəni başqa yolla keçirilə bilərlər. Mənim rus dili müəllimim olub, Zoya müəllimə. Mən onun adını çəkəndə, mən heç vaxt otura bilmərəm, mən onun çəkəndə həmişə də gözlərim doldu. Mən masalı 2 il məktəbə qalmışam. Sağdır. O, yox, rəhmətə gəlib o. O müəllimə bizim sinifdə 35 dənə uşaq oxuyub. 35. Masallı 2 nömrəli məktəbin, mən 9-cu sinifdə oxuyanda 6 dənə 9-cu sinifimiz var idi. 6 dənə. Hər birində 35 uşaq vardı. Bir 215-220 şagird buraxılışımız olub bizim. Onda masallı məktəbi masalın ən böyük məktəbi idi. Nə idi bu siz üçün? O bilsin nə eləməyib. Nə edeyim? O bilsin. Necə sizi sevdirir? O bizə rus dili, əvvəla birinci rus dilini öyrədib. Kənd uşaqları, o vaxtı bilirsiniz, kənd uşaqları rus dilini bilmirdilər. Mən instituta girəndə, mən sizə açığı deyirəm, rus dilin, mən instituta girəndə bizim bir müəllimimiz oldu, o Nilya müəllimə, o yəhudi idi, amma bir instituta bizə dərs deyirdi. Gəldi, gördük, qrupda məndən, hamısı da bir instituta, pedaqoji instituta vaxtı kətdən gələn uşaqlar oxuyurdular. Məndən başqa, ondan danışıq qura bilən adam olmadı. Mən danışım, mənə dedi ki, Bakının hansı məktəb müxtəlifsən? Dedim, mən masaldanam. Sən kimdir müəllim deyə Fransız dedi, mən çox böyük məmuriyyətlə ondan siz o müəllimin bir xüsusiyyətini bizə deyin. O müəllimənin insanpərvəri, o müəllimə özünün mədəniyyəti ilə, biz olan sevgisini, biz ona baxanda mədəniyyəti ilə müqəddəs o müəllimə, baxasını istədiyim, o müəllimə o qədər gözəl idi o. Bütün hərəkətləri ilə, geyimi ilə, kezimi ilə, davranışı ilə, sözləri ilə, ona sadəcə onunla təmasda olma bir xoşbəxtlik idi. O bizi məcbur elədi ki, biz elə olaq, o cür olaq, çoxud olmayaq, mədəni olaq, hamı ilə xoş rəftar olaq. Bəzən baxdım, mənə çox deyirlər ki, hörmət müəllim, üzr istəyirəm, belə də yumuşaq xasiyyətlidir, hamı ilə bir neçə adam olub ki, xüsusən Zoya müəllimənin, bax, o mənim xarakterimdə çox böyük rol olub. Onu, sonra onun, məsələn, bizlə olan, elə biz evdə danışa bilmədiyimizi, heç nə deyə bilmirsiniz, dərdimizi gedib onunla danışırdıq, ona deyirdik, o məcbur eləyirdi. Yəni, müəllim... Belə Zoya müəllimələrdən yoxdur indi. Niyə yoxdur, indi də varımızdır. Yəni, demək istəyirəm ki, müəllimdir, iftihar sinin müəllimi də. Müəllimin iftihar sinin müəllimi də, yuxarı sinin müəllimi də, müəllimdir. Sadəcə olaraq. Deyir ki, bir dənə şeir var, deyir ki, heyf ki, sevdirə bilmədim, özümü sənə. Müəllimə nə dedi? Sevdirmək lazımdır. Uşağa müəllim özünü sevdirə bildi. O düzgün olur. Sevdirə bilmədi. Yəni uşaq konkret olaraq şagird müəllimi qəbul eləməlidir. Bunun ikinci alternativi yoxdur. Yəni, biz istəyirəm, danışdığım söz təksib eləmirəm, amma Mövsüm müəllim məndən də təcrübəlidir, məndən də savadlıdır. Yəni, demək istəyirəm ki, elə düzdür. Allah Zoya müəlliməyə rəhmət eləsin, ruhu şad olsun. Hörmət müəllim, siz mənə bəlkə başa düşmədiniz, o üzr istəyirəm, ay parçalara. Mən onu demək istəmədim. Deyirəm ibtidailərin, müəllimlər də var, burada direktorlar da oturublar. İbtidailərin hamısının uşaqlara qarşı, valideynlərə qarşı münasibəti xeyr, elə deyil mənim. Üzr istəyirəm. Bizim məktəbdə elə məktəbimiz var ki, mən onu deməzdim, bir dəfə bağışla. 99% mənim. Mənə qulaq asdı belə. Elə məktəbimiz var ki, valideynlər uşağı vermir iftisinin müəllimlə. Biz gedib məktəbdə zorla onu tələbə elədik. Elə deyil. Yox. Mənim. Üzr istəyirəm, mən də Şahin müəllim, çox üzr istəyirəm. Ya belə şey, yox. Orada bir var 11-dən 1 olar. 11-dən 2 olar, məsələn, bir 13-dən 15-dən... Siz demək istəyirsiniz ki, yuxarı sinifin müəllimləri... Mən onu öyrənmə, həqiqi maraqlandırım. Mən öyrənməm, onu ki... Yuxarı sinifdə dəstəyən var mı? Mən deyirəm ki, bax... Aynur müəllimə, yuxarı sinifdə dəstəmirsən? Buyurun müəllimə, siz buyurun. Necə işləyirlər? Bax, o maraqlandırım. Buyurun. Riyazət müəllimi. Hansı məktəbdə müəllim? Mən deyir ki, direktorumuz deyir ki, yuxarı sinif müəllimlərin şagirdlər sevmir də deyir. Mən düşünürəm ki, uşaq sevgi ilə hər şeyi həll eləmək lazımdır. Necə sevdirirsiniz uşağı? Məncə bir müəllim öz ixtisasını vicdanla keçirsə, bir də bəzi qaydalara riayət edirsə, uşaq onsuz da onu sevəcək.
Yəni öz ixtisasını vicdanla. Başqa sevgi reseptiniz yoxdur. Mən Yəni, uşaqlarla, 18-ci yox, nə qədər dəcəl uşaq olursa olsun, mən uşaqla ola bilər tənbih də eləyirəm. Sonra psixoloji söhbət də eləsəm, axırda həmişə ona deyirəm ki, bax mən səni çox istəyirəm. Bunu unutmayın heç vaxt. Deyirəm ki, həmişə yanındayam. Yəni nə olursa olsun, mən səni çox istəyirəm. Sadəcə Yəni səni Mövsüm müəllim, sizi fənn müəllimləriniz də sevgi. bəli. Öz Öz evladıma da deyirəm. Siz necə hesab edirsiniz? Şagirdləri siz sevirsiniz. Hamısı deyə bilmərəm, o çox səs sevir. Bunlar müəllim deyim, amma bu illərdə mənim bunun övladı da ən yüksək bal toplayır. Həm valideyndir, həm müəllim. Yəni ona görə gəlin gətirdim. Burada direktorlar oturub, mənlə razılaşarlar ki, mənim məqsədim bilsən nədir? Biz onu Siz pedaqoji şurada onu eləyə bilərsiniz də yəqin ki. Biz onu Düz deyil. Mən Nə demək istəyirsən? həqiqətən Səmər, belədir. Biraz fərqli məsələdir. Həqiqətən, məsələn, mən də gedirəm, görürəm, öz işlədiyim məktəb, bax, mənim azyaşım var, 5 yeri dəyişmişəm. Gördüyüm odur. İbtidailərin uşaqlara verdiyi sevgi, yuxarı müəllimlərin verdiyi sevgi qədər deyil. İstisnalı vəziyyətlər var. Məsələn, mən öz məsələmdə. Müəlliməm, bunun funksiyası belədir də. İbtidai ilkin sinif olduğu üçün funksiyası belədir. Onunla musiqi də keçməlidir, başqa şey də keçməlidir, həyat təcrübəsi olmalıdır. İbtidaidən 5-ci sinifə keçəndə boşluq yaranır. Uşaqlarda o boşluğun fəsadına biz gəlirik uşaq təhsildən İbtidai sinif müəlliminin qulaq asa bir də, İbtidai sinif müəlliminin uşağa təlim, tərbiyə verilməsində digər müəllimlərə nisbətən üstün resursları var. Çünki o, müxtəlif fənlərin inteqrasiyası ilə uşağa təsir etmək imkanı var. Amma fənn müəllimi, konkret bir fənni təbliğ etməlidir. O, diqqətini ona yönəldir. O, daha həyat təcrübəsi, musiqi, incəsənət, nə bilim, uşağın psixologiya, ona vaxtı qalmır. Ona görə istər-istəməz o elə olur. Mən ona görə deyirəm ki, məsələn, bizim pedaqoji şuralarda bir dənə məsələ var. Bütün ibtidai müəllimlərimiz ki, uşaq yuxarı getdi, zay olur. Bu cümlə var. Yuxarı getdi, zay olur. Yuxarı sinifə getdi. Mən yaxşı hazırlamışam, yuxarıda zayıf. Yaş artdıqca da onsuz da gedir də, zay olur. Onun nə deməkdir? Müəllim, orada bir boşluğun, müəllimin sözünə qüvvət, orada bir boşluq yaranır. Onu da ya sinif rəhbəri o qədər verməlidir. Yəni verdiyimiz 5-ci sinifə verdiyimiz Nə boşluqdur o? sevgi boşluğudur müəllim. O sevgi boşluğu. Uşağın qayğısı. Yaxşı, bu çox ciddi bir problemdir. Bu mən istərdim ki, siz o sevgi boşluğunu aradan qaldırmağa reseptini verəsiniz. Onu vermək. Mənim onlar mənə ucu yetişir də o. Yəni bayaqdan siz valideyn, müəllim, şagird, məktəb problemlərdən danışırıq. Sosial şəbəkələrdə mənim ən çox toxunduğum məsələlərdən biri də sinif rəhbərliyi məsələsidir. Sinif rəhbərliyi məktəbdə böyük simadır. Yəni o sinifdə 20-25 uşaq ya 30 uşaq oxuyursa, o uşaqlar birinci onların gözü o sinif rəhbərlidir. O sinif rəhbəri necə olursa, o necə hərəkət edirsə, uşaqlar da çox vaxt 99% ona oxşamağa çalışır. Məsələn, mən öz praktikamda bilirəm, 84-cü ildə mən ali məktəb... Kef dövründən danışmayın, sinif rəhbəri tapmaq olur. Sinif rəhbəri yoxdur. O problemə gəlir. Niyə tapmaq olmur? Sinif rəhbəri tapmaq olur. Niyə tapmaq olmur? Yoxdur, yeri müəllim yoxdur. Bax, deməli, 25 şagird var idi. 25 şagird keçən dəfə bir şənlikdə, bir toyda onlar birbaşa mənim yanıma gəldilər, yığışdılar, yəni o söhbət elədilər. Orada ən aşağı səviyyəyi bilən şagirdi də mən onu elə bil ki, riyaziyyatda müəyyən həddə çatdırmışdım. O sevgiyi onlar üçün yaratmışdım. İndi baxın, niyə o sevgi yoxdur? Niyə yoxdur? Niyə yoxdur? Bir-birimizə qulaq asaq da, yəni mən boğazdan yuxarı danışmıyorum, müəllimləri müdafiə eləmək üçün deyirəm. Mənim ən çox toxunduğum məsələlərdən biri də o sinif rəhbərinə verilmiş 30 manat oldu. Bax, 30 manat müəllimi təyin eləməkdir. O sinif rəhbərini təyin eləməkdir. Maliyyə məsələsi. Bəli, maliyyə, birinci, əlbəttə maliyyə məsələsi. Bütün müəllim nə deyir? Deyirsən, müəllimə 2000 manat ver, o müəllim sənin üçün işləyir ya, işləmir. Bugün o dövlətimizin Qarabağa görə çətinlik səviyyəsinə enməsi, çətinlik keçirməsi, mən başa düşərəm. Mən heç İsa müəllim sosial şəbəkələrdə heç işitməmişəm ki, sinif rəhbərləri o 30 manat söhbətini qaldırsın. Qaldırırlar, necə yəni? Nə qədər Görmürəm mən. Beziblər Belə 30 manat, sinif rəhbəri ən azı 100 manat olmalıdır ki,
o müəllim həmin Amma elə sinif rəhbərləri var ki, onlar üstündə qırğındır. Müəllim, bizdə mən işlədiyim yerdə sinif rəhbəri tapa bilmirəm. heç kəs Yanına istəmir. yazıram texnologiya müəllimin yanına, həftədə bir dəfə gəlir. Yoxdur, o da işləyə bilmir. Mənim bu məktəb müəllim Pullu olsa, problemində bu sinif hamı rəhbərliyi əsas problemdir. Məktəb direktoru qalır. Biz vəziyyətdə Gülər müəllimə o sinifi götürmür, Həsən müəllim o sinifi götürmür, Hüseyn müəllim götürmür. Məcbur olursan ki, heç bir ehtiyacı olmayan və yaxud da ki, versən tapmanı ancaq hansı Demək, onda bizim müzakirələrimizdə biz valideyn və müəllimlərin hüquq və vəzifələrinə toxunduq. Valideyn, müəllim, şagird əməkdaşlığı mövzularına toxunduq. İbtidai sinif müəllimlərinin üstünlüyünə toxunduq. Fən müəllimlərinin bacarıqlarına toxunduq. Sinif rəhbərləri məsələsini qaldırdıq. Maliyyə məsələlərinə toxunduq. Əməkdaşlığın prinsip və formalarını müzakirə etdik. İndi bizim demək çay, kofe, brek fasiləmiz olacaq. Həmin fasilədə biz çalışarıq heç fasilə verməyək. Elə çay, kofe, brek fasiləsində biz növbəti bizim müzakirə edəcəyimiz məsələlər ki vardı. Uşaqlar, yəni bayaq dedik valideynlərin hüquqları, müəllimlərin hüquqları, indi uşaqların hansı hüquqları var? Onlar necə təmin edilir? Uşaqla necə dost olmaq olar? Ailə məsələləri, ailə daxili problemlər, hansı ki boşanmaların sahibi dəqiqə 3-5 evdən biri boşanır. Məktəbdə building fəsadları, uşaqların bir-birinə qarşı zorakılığı və müəllimlərin və valideynlərin uşaqlara qarşı zorakılığı məsələsinə toxunacağıq. Bizim bu çay, kofe, brek fasiləsində mən bilirəm ki, birinci həmləmiz o qədər uğurlu alınmadı, beyin həmləmiz. Çünki görünür ki, qeyri-rəsmi atmosfer lazımdır. Biz biraz da qeyri-rəsmi atmosferi çay, kofe, brek fasiləsində təşkil edək ki, orada artıq bütün sirlər də açılır, hamı bir-biri ilə sərbəst danışır, müzakirə edir. Burada yaşlı nəsillər var, gənc nəsillər var. Diyaloq orada daha yaxşı gedər. Və ondan sonra proqramımız belədir ki, bizim saat 2-də naharımızdır. Xahiş edirəm bizim təamlardan dadasınız. Və o həmin dövrdə də biz ailədə və məktəbdə sağlam həyat tərzi, informasiya təhlükəsizliyi məsələlərə toxunacaq. Yəni ki, artıq sağlamlığa, fiziki sağlamlığa və təhlükəsizlik məsələlərə toxunacaq. Və bundan sonra da biz Masallıda ətrafda siz gəzinti, fotosessiya, hətta başqa yerlərə də bizdən gəzməyə də gedə bilərsiniz. Bu da proqramımızda var, iştirak edə bilərsiniz. Ona görə mən təklif edirəm ki, biz birazdan çıxaq çay, kofe, brek fasiləsinə həyətə, əgər orada kölgəlik varsa həyətə çıxaq və orada çay, kofe ətrafında müzakirəmizi davam edəyik. Siz ayda ildə, özümü sığortalayayım da, ayda ildə bir dəfə toplaşırsınız bu mövzuda, bəlkə də, bilmirəm, bəlkə də tez-tez toplaşırsınız, amma mən inanmıram tez-tez toplaşasınız. Ayda ildə bir dəfə sizin rayon seçilir, çünki mən çalışıram Masallında salam hər layihələrə, 2 ildən bir, 3 ildən bir, 1 ildən bir, biz burada müxtəlif layihələr icra etmişik, əvvəllər də icra etmişik. Ayda ildə bir dəfə görüşür, ayda ildə bir dəfə siz yaxşı nəslinin idarə ediciləri ilə cavan nəslinin müəllimləri görüş imkanı əldə edir, təcrübə mübadiləsi imkanı əldə edir. Ayda ildə bir dəfə siz elə bir QET-yə rast gəlirsiniz ki, o sizin üçün həm burada qeyri-formal şərait yaratsın, həm bir yemək stolu ətrafında müzakirə etsin. Bütün bunları nəzərə alaraq, sizin ora gəlişiniz formal olaraq imza toplamaq kimi yox, əsl mövzunun kökünə qədər gedib, bir ortaq nəticəyə gəlməkdir. Ona görə də mən təklif edirəm ki, siz bizim bu məclislərimizdə dağılmayasınız və artıq biraz da özünüzü hazırlayıb yeni təkliflər, yeni ideyalarla çıxış edəsiniz. Çünki sizin ideyalarınızdan asıl olacaq ki, biz sizin təkliflərinizi dövlət orqanlarına, amma onu əmin edirəm sizə ki, çatdıracağıq və təsir də edəcəyik. Çünki indiyənə qədər bizim müraciət etdiyimiz, təklif etdiyimiz təkliflərin əksəriyyəti qəbul olunub. Hətta mənim bir şəxsi təklifim vardı ki, təhsilin inkişaf fondu yaransın. Vaxtilə mən o təklifi birinci dəfə vermişdim. Düzdür, onun prezident yanında yaradılmasını təklif etmişdim. O Təhsil Nazirliyi yanında yarandı. Amma yarandı. Yəni ideya kimi yarandı. O vaxt Əli Əhmədov iclasların birində bu ideyanı dəstəklədi və elə oldu ki, o təklif reallaşdı. Ona görə sizin də verə biləcəyiniz
bütün təklifləri mən çalışacağam ki, yuxarı orqanlarının nəzərinə çatdırım. Bugünkü görüşümüzün qoy faydalı iş əmsalı olsun da. Yəni, o ona dedi, bu buna dedi, bu dedi, düz deyirsən, bu dedi, səhv deyirsən olmasın. Kreativ ideyalar ortaya çıxır, əməkdaşlığın daha hansı formaları, yeni hansı biz ənənə, yeni dəb, yeni bir, məsələn, geyimə də toxunacaq, yeməyə də toxunacaq, sağlamlığa da toxunacaq, hansı işləri görə bilərik, onu müzakirə edirik. Hamınızı dəvət edirik çay kofe brek fasiləsinə. Bu arada söhbət edək, mövzularımızı yekunlaşdıraq. Özdə ən əsas obyekt olan uşaqlara gəlib çıxırıq. Uşaqların hüquqlarına, uşaqlara qarşı münasibətlər və uşaqlar arasında olan bölgük məsələsi, zorakılıq məsələsi. Hər birimizin övladlarımız var və onların içərisində 3 uşaq, 5 uşaq, 2 uşaq görürsünüz ki, bir-birinə bənzəmir, tamamilə fərqli xarakterdə olur. Bir də görürsən, bir alimin, uşağın biri ağıllı olur, biri dəli olur. O da deyir ki, baxın, bu eyni alimdən çıxıb, bu necə olur, bu uşağın biri dəli olur, biri ağıllı olur. Bizim nəslə çəkir, biri Yəni bu barmaqlarımız kimi də belədir, hər biri fərqlidir. Ona görə də uşaqlara münasibətimiz necə olmalıdır? Təbii ki, hamı deyəcək ki, uşaqları sevirik, uşaqların qayğısına qalırıq və ilaxır. Amma inanırım sizə ki, uşaqların iç dünyası, daxili aləmi ilə bizim daxili aləmimiz arasında yerlə göy qədər fərq var. Biz elə onların qəlblərinə sirayət edə bilmərik. İndi bu günləri bu tədbirdən sonra sizin hər biriniz evə gedəndə neçə uşağınız varsa, onları qabağınıza otuzdurun və deyin. Bugün tədbirin xatirinə sənin 3 arzunu yerinə yetirir. Əgər o uşaqların üzündə təbəssüm görsəniz, onda bilin ki, siz neçə vaxtı uşaqlardan uzaq düşürsünüz. Ana uşaq fikirləşsə deyəcək, ana haçandan gün doğdu ki, mənim arzularımdan maraqlanmağa başlayır. İndi əgər görsəniz ki, arzular yerinə yetirilə biləndir, yetirməyiniz tövsiyə olur. Yox, görsəz ki, iPhone al mənə, 17 al, nə bilim, var şey elə. Bunun da metodu var, bunun da metodu var. Deməli, bir dənə uşaq atasına deyir ki, mənə telefon al. Atası deyir, yaxşı. Telefonun qiyməti neçədir? Deyir ki, ən azı 2000 manat. İndi ata uşağı qıra bilmir, nə edir? Bizim ibtidai sinif müəllimləri kimi interaktiv fən üsullarından istifadə edir. Bu deyir? Yox. Deyir ki, gəl onda belə edək. Ata, sən olursan ata, mən oluram oğul. Sən mənə telefon almalısan, çünki mən söz verdim. Atanın nə qədər maaşı var? Uşaq deyir ki, 400 manat. Oğlum, sənə yaxşı yeyib-içmək evdə lazımdır. Yemək-içmək pul ayırmalıyıq ayda. Uşaq deyir ki, əlbəttə yemək içmək. Nə qədər ayıraq buna? Deyir, ən azı 200 manat. Yaxşı, kərsən 200 manatla dolanma olur. Deyir, yaxşı, geyim necə? Sənə yaxşı paltalar alım. Əlbəttə ki, ata mənə krasovka, adidas falan, o yan bu yan. Buna nə qədər ayda ayıraq? Deyir, buna da bir 150 manat ayıraq. Yaxşı. Səni maşınla aparım məktəbə, yoxsa piyada? Əlbəttə maşınla, ata. Mənə qoy, hamı görsünlər, atamın maşını var. Benzin lazımdır maşına, deyir, hə. Buna nə qədər ayıraq? 100 manat da buna ayıraq. Əyləncə, park, nə bilim, gəzmək falan deyir, ata onu birinci yerə yazır. Ona nə qədər, falan qədər bir 200 manat da buna getdi. Keçli qoşuyor maşını. Hesabladılar, gəldi, dedi ki, oğlum, nə qədər xərcimiz çıxır? Dedi, ata, haradasa 700-800 manat. Bizim nağdı yığılıb da 700-800 manat. Atanın nə qədər maaşı var? 400 manat. iPhone nə qədər qiyməti var? 2000 manat. İndi gəl oturaq bir riyaziyyat kimi hesablayaq görək, ata neçə ilə bunu ala bilərdi sənə?
Amma ata alacaq, ala sənə. Sadəcə hesablayaq görə neçə ilə ala bilərsən. Uşaq başlayır oturmağa, hesablamağa falan eləməyə. Deməli, burada nə olur? Ədəbiyyat, dil, ünsiyyət, filoloji proseslər gedir ata ilə uşaq arasında. Ünsiyyət yarandı. Zəhmətkeşlik, əməksevərlik, artıq uşaq başa düşür ki, bu pulu ilə gəlib bu görünə boyda şey almalı, ağır bir şey almalı. Riyaziyyat, həndəsə falan oturub hesablamaq, buğalteriya falan gör nə qədər məbləğ var burada. Uşaq fikirləşir, artıq uşaqda beyin başlayır hərəkətə. Beyində fayllar açılır ki, uşaqda vicdan elə nəfs başlayır mübarizə aparmağa. Vicdan oyanır və deyir ki, nəfs deyir ki, alır da, qoy sakit dur, səsini çıxartma, alır da, üçün mümafiə verəcək, alır, kreditlə də olsa, nə ilə? Amma vicdan, sevgi də var axı. Vicdan deyir ki, bir diyan görüm, bu kişi yazıq, neçə il işləməlidir ki, hələ mənə gəlib bu pulu ödəyəmir. Onda uşaq durur, deyir, ata, bilsən nə var? O telefonu satanlar baha satırlar, fırıldaqdılar. Mən özüm böyüyərəm, sənə də telefon alaram, özümə də telefon alaram. Gedir, mağazaya baxanda başlayır ucuz telefon axtarmağa. Görüm, mən necə bir telefon istəyim ki, ataya yük düşmür. Yəni, ata o telefon söhbəti ilə, o diyalog söhbəti ilə əslində uşağı bütün proseslərin içinə salır. Və uşaq da başa düşür ki, bunu almaq qeyri-real görünür, amma atanın ürəyinə bax ki, mənə ürək genişdir və hər şeyi qurban verməyə mənə hazır. Bax, bu vəziyyəti yaradanda artıq uşaqda beyin başlayır işləmək. Ona görə də uşaqlara münasibətdə hər dediyini eləyim, ya eləməyim, filan eləyim, əslində qalanda uşağın ən böyük ehtiyacı valideynin onun sabitləşməsinə, tarazlaşmasına, stresdən çıxmasına yönələn bir sevgi qayğıdır. Yəni, xoş aura. Birinci uşaq bunu istəyir. Çox şey istəmir. Əşyalardan qabaq, hər şey almaqdan qabaq, birinci bunu istəyir. Ki, mən anlayışlı olum, məni anlasınlar. Mənim vəziyyətimdə məni anlasınlar. Bəzən mən müəllimlərə də deyirəm ki, uşağa birinci biyoloji varlıq kimi baxın. Ola bilər o uşaqda həmin anda maddələr mübadiləsi düz getmir. Metabolizm düz getmir. Qan dövranı düz getmir. Uşaqda dopamin açılıb, oyanıb. Xoşbəxtlik hüceyrəsi oyanıb. Uşaq nəsə istəyir, bir dəcəllik eləsin. Uşaq nəsə istəyir. Yəni, siz onun birinci biyoloji varlıq kimi gözdən keçirdiyin, 248 sümük, 350 damarda nə baş verir? Birinci onu rentgen kimi test edin. Biyoloji prosesdən sonra keçin artıq mənəvi məsələlər ki, görək uşaq hansı psixoloji stres keçirə bilər, nə edə bilər, hansı durumlar. Bunu müəllim eləyəndə artıq o uşaqda gedən, ola bilər ki, uşaqda elə bir vəziyyət yaranır ki, o anda sakit qala bilməz. Uşaq mütləq nəsə etməlidir. Onun enerjisi daşmalıdır, aşmalıdır. O yağış damcısı kimi hər yerə səpələnməlidir. Ona görə də müəllim o vəziyyəti nəzərə almalıdır və valideyn də xüsusən uşağın həyəcanlı anlarını qiymətləndirməyi bacarmalıdır. Uşağın həyəcanlı anlarını nəzarətdə saxlamaq valideynin bir nömrəli vəzifəsidir. Nəysə bunun nəsə baş verib və bu uşaq dünən belə deyildi, bugün bir balaca fərqli görünür. Demək nəsə bir şey var. Fırlana, elə gəlməli ki, uşaq özü açılsın. Uşaq özü fikirlərini açsın. Uşaq da hər adama sir verən deyil, qaldı ata-ana olan. Ata-anadan da biraz çəkinir. Əgər ata-ananın, belə deyək ki, nüfuzu da güclüdürsə, o aurası biraz qətidirsə, məsəl üçün obrazı da, məsəl üçün, deyək, Mövsüm müəllim kimi, deyək, İsa müəllim kimi. Zəhmi varsın. Hörmət müəllim kimi. Hörmət müəllim deyir, mən hamıdan çox qayğılı və bağışlayan. Mən birinci dəfə Hörmət müəllim görəndə elə bildim ki, Hörmət müəllim belə daha çox belə asıb kəsəndir. Amma indi sonradan danışandan sonra, xüsusən müdürün kabinetindən çıxandan sonra gördüm, yox, vəziyyət yaxşıdır. Yəni ona görə də biz də öz sözümüzü deməliyik də. Ona görə də çalışmaq lazımdır ki, müəllim, vəzifəmiz budur da. Metodologiya nədir? Metodologiyalardan istifadə edirəm. Mən bunu sadəcə ona görə deyirəm ki, valideynlər nümunə götürsünlər də, müəllimlər nümunə götürsünlər. Ona görə də uşaqla elə dil tapmalıyıq ki, daha doğrusu uşaq bizdən dil tapmağa çalışmalıdır. Yəni elə şərait yaratmalıyıq ki, uşaq bizə rahat şəkildə ən azı ağır stresə düşə biləcək vəziyyətə düşməməsi üçün bir, ruslar demişkən, poçva yaratsın, bir şərait yaratsın, zəmin yaratsın. Ona görə də biz uşaqlarımıza necə münasibət bəsləməliyik və cəza məsələsinə qalanda, Sovet dövründə uşağı ayaq üstə saxlayırdılar, üzü çöndər o küncdə diyan,
burada düzdür, uşaq bir anlıq pauzada özünü bir əsir kimi hiss edirdi, dörd divar arasında. Baxmayaraq ki, orada dayanıb, elə hesab edir ki, o bütün hüquqlardan məhrum olur. Bir anlıq psixologiyada o özünü məhrum hiss edir də, bu hissi yəqin çoxunuz keçirmişsiniz bu hissi. Amma indi artıq dövr zamanı elədir ki, onu da hər adam, hər müəllim də bacara bilməz ki, uşağı deyəsən küncə qoysun, bu artıq onun şəxsiyyətini alçaltmaq kimi qəbul oluna bilər. Yəni artıq, bəli, bu, yəni ona. Deməli, bir Daxili İşlər Nazirliyində dostum vardı, polkovnik Nizami müəllim. Onun evinə qonaq getmişdim. Oturmuşdum evində, onun da bir oğlu vardı, adı Tamerlan. Tamerlan topla oynayırdı. Tamerlan topu nətər vurdusa, top gəldi, şkafda Xrustal vaza vardı, Bagema. O vaxtın qiymətli Bagema vaza vardı. Bagema düşdü yerə, çilik-çilik oldu. Mən baxdım Nizami müəllimə, özü Nizami müəllimdə əzəmətli görünüşü var da, belə, qorxulu görünüşü. Əsl belə polis görünüş. Uşaq baxdı ona, baxdı, uşaq donub baxır atasına. Ata da ona bir balaca belə diqqətlə baxdı. Sonra ona nə desə yaxşıdır. Yaxşı oğlum, dəymə, anan gəlib yığışdırar. Get, özün başa düşdün də. Uşaq da deyir, ata başa düşdüm, ata başa düşdüm. Uşaq çıxdı qapıdan getdi. Mən Nizami müəllimə soruşdum. Nizami müəllim, siz ona cəza verdiniz, yoxsa nə dedi? Dedim, mənim uşağa bir baxışım onun üçün ən böyük cəza idi. Və uşaq stres keçirməməsi üçün mən çox yumşaq şəkildə onu o cəzadan da yayındırdım ki, çünki uşaq mənim o baxışımın stresini keçirsəydi, bəlkə də həyatı boyu stres yadından çıxmaz. Ona görə uşaq oradan öz tərbiyəsini götürdü ki, uşaq səhv edib, təsadüfən dəyib Bagemaya. İndi Bagema sınıb ona heç kəs təzdən kleyləyən deyil. Ona görə də iş baş verib, hadisə baş verib artıq sabitləşdirməyə vaxtıdır, tarazlaşdırmaq. Bəli. O polis rəisinin uşağı idi, sındırdı. Bu müəllim uşağı sındırsın görüldü. Sizin əvvəlinizdən xahiş edəcəm ki, hərə bir cümlə ilə ifadə edin. Deməli, birinci cümlə olacaq. Tədbir haqqında fikriniz, ikinci cümlə olacaq. Valideyn, müəllim əməkdaşlığının hansı yeni kreativ ideyasını təşkil edir? Yeni program. Varsa deyin varımdır, yoxsa deyin elə köhnə ilə girin. Çoxdan bizim əməkdaşlıq etdiyimiz Valideyn Müəllim Assosiasiyasının təsislərindən olan Mövsüm müəllimə sözü. Buyurun. Mənim aktual mövzu deyim, hər bir məktəbin problemidir. Bunu mən istərdim ki, məktəblər köçürmək. Nə variantınız? Genişləndirir. Bəli, genişləndirək ki, mənim ən böyük arzum odur ki, məktəblər əsas orada kollektiv onu hiss eləməlidir. Məktəblərə keçirsə, əgər onda direktor girəcək bu yer üçün. Bəli, bunu da təklif edirik. Bizim direktorə qorxandır. Yüngülləşdirdik. Əməkdaşlığın yeni bir forması. Dədə-baba forması olsun, yoxsa yeni bir forması? Yox, dədə-baba da formasının da indiki formu ilə mən biraz hazırsız gəldim sözün düzünə. Biraz bu dərin məsələ deyil. Günlərinə dədə-baba yolundan geçsə də bu qədər uğur qazana bilməliyik. İndiki mən elə biləm hibrid bir forma tapmalıyıq ki, keçmişi atmamalıyıq. Yenilərlə birləşdirib yeni bir forma birlikdə fikirləşməliyik, analiz eləməliyik. O da qalıb sürüsüzə. Mövsüm müəllimi alqışlayaq. Nə qədər istədim Avropaya aparım, qaytardım sizə. Buyurun müəllim, siz. Gəlməzin arası olun. Mən davamınızı salamlayıram. Arzu edirəm ki, belə tədbirlər tez-tez keçirilsin. Bayaq qeyd elədiniz, bir neçə rayonda keçirmişik növbəti tədbirimizi Astara olacaqlar. Tez-tez keçirilsə daha yaxşı olar. Bizlər də belə tədbirlərdən daha çox bəhrələnərik. İkinci suala qalanda da köhnə baza əsasında nəsə fikirləşməliyik. Köhnə bazanı yaddan çıxartmamaq. Bəli, köhnə bazanın əsasında nəsə bir yenilik eləməliyik. Mən belə fikir, Rakib Həmidov. Alqışlayaq Rakib müəllim. Siz onun bilirsiniz, əllər bir-birinə dəyəndə, yaxınlardan görmüşsünüz də, bütün daxili orqanlar yenilənir. Yəni, parmaqlar dəyir bir-birinə, ona görə. Mən hələ belə demirəm. Ağsaqqalımız İsa müəllim, buyurun, bütün sosial təşəbbüslərə, sosial şəbəkələrdə həmişə dəstək verir. Doğrudan da bugünkü
toplantı məni çox sevindirdi. Çünki mən müəllimlə daim əlaqədayam. Çünki valideyn məktəb əlaqələri olmasa təhsilin inkişafından danışmaq mümkün deyil. Təhsilin inkişafı məhz valideynlə məktəbin birliyindədir. Yeni birliyindəndir. Biz qərbə baxıb oradan yaxşılarını götürməliyik. Bəziləri qərbi bəyənmir. Güya bizim özümüzün mentalitetimiz var. Bu elə deyil. Qərbin götürdüyü hamısı mənim fikrimdə bu Qurandan götürüb. Qərb ondan Qurandan götürüb. Ancaq onun tətbiqini müsəlmanlar eləmir. Mən istərdim ki, müsəlman qardaşlarımız da onu tətbiq edəsinlər. Çünki bizim təhsilimiz bugün çox çətin vəziyyətdədir. Kim qəbul eləsin, eləməsin, təhsil çox çətin vəziyyətdədir. Çox sağ olun müəllim. Təşəkkür edirəm. Elə bilirəm ki, bugünkü toplantının uğurları görünəcək. İnşallah alqışlayaqsa müəllimi. Bizim gənc bayaqdan hörmət müəllimin təriflərini müəllim. Təşəkkür edirəm. Əvvəla müəllim çox xoş gəlmisiniz bizim cənub bölgəmizdə. Bugün bizimlə olmağınız, bizi seçilməyimiz Masallı müəllimlərin bir uğuru deyərdim. Bu da bizim uğurumuzdur. Qaldı ki, valideyn müəllim münasibətində mən ümumiyyətlə dərsimi həm ənənəvi, həm də kurikulum sistemində qururam. Təzə bir metod deyə bilmərəm, özüm istifadə elədiyim metodu deyərdim ki, açıq qapı günü olur, həftənin ikinci günü. Həmənki günü 2 valideyn gəlir, dərs dinləmə olurdu, dərsdə əyləşirlər. Dərs dinləmə ayrıdır, açıq qapı günü isə, yəni hər həftənin ikinci günü, ona görə ikinci günü salmışdım ki, həmənki günü İngilis dili dərsi olurdu, istəsəməz orada uşaqlar biraz İngilis dili bu il bizdə başladığına görə 4-cü sinifdə. Valideynləri dəvət edirdim ki, yəni özünüz də əyləşin, dinləyin övladlarınız nə qədər dərsini necə mənim istəyirlər. Nə bilim, məncə, mən yenə də bu ənənəvi üsuldan növbəti tədrisində də istifadə edəcəyim. Alışlayaq. Buyurun, kimdir ardınca gələn? Aynı ben. Çəkinmək biraz... Çəkinmək müəllimdən Yaxşı, motivasiya verir. Sağ olun, çok sağ olun. Ben de herkese salamlarım. Siz de hoş gelmişsiniz Cənub bölgəmizə. Belə deyim, dədə-baba üsulu da yaxşıdır. Çünki mən özüm həm müəllim, həm hərbiçi ailəsində böyümüşəm, qayda qanunla böyümüşəm. Üzr istəyirəm böylərdən, öz evlatlarıma da qarşı qayda ilə, qanunla, yəni belə deyim də, tətbiq edirəm. Eləcə də işdə. Valideynlə, Nizam-intizam olmalı. Bəli, mütləq şəkildə olmalıdır. Valideynlə müəllim arasında da hörmət olmalıdır, yaxşı əməkdaşlıq olmalıdır. Belə. Çox sağ olun, alqışlayaq. Buyurun. Müəllim, mən də sizinlə tanış olmağa görə çox şadam. Bugünkü tədbir çox xoşuma gəldi. Doğrudan belə tədbirlərin tez olmasını arzu edirəm. Müəllimələrlə tanış oldum, yeni müəllimlər tanıdım. Çox xoş oldu mənə. Tədbir haqqında bu qədər. Bir də valideynlərlə mən necə münasibət qururam, tez-tez gəzintilər eləyirəm. Mən öz metodumu deyirəm. İldə 3 dəfə. Bax, indi sizlə belə necə oturmuşuq? Valideynlərlə də belə təşkil edirəm. Ona görə ki, münasibətim çox yaxşıdır valideynlərlə. Bax, belə bugünkü kimi tədbir edirəm. İlk dəfə gəzlər təşkilatı yaradanda süfrə ətrafında yaradılır. Deməli, hələ o 80-90-cı illərə geçdi. Həmin illərdə bizim hər iclasımız süfrə arxasında. Ona görə üstündən 1 il keçdi, 2 il keçdi, gördüm Bakıda daha universitet qalmadı. Bütün universitetin tələbələri gəlib qoşulurlar bizim təşkilatın üzvləri. Təşkilat böyüdü, sonra yeni təşkilat. Yəni bizim də o kökü o vaxtdan qoymuşduq belə ənənəni. Elə bir yerimiz qalmayıb, elə bir rayonumuz qalmayıb. Hətta Koroğlu qalasında da Nadir müəllimə piyada qalmışdı. Yəni o kişidə o qədər güc qüvvət var idi ki, bir arıq bədənlə, bir
belə cansız bədənlə o kişi tək başına bizdən də sürətlə o Koroğlu qalasına, Cavanşir qalasına qalmışdı. Yəni belə bir müəllimlərimiz olur, belə bir insanlarımız olur. Allah onları razı olsun. İnşallah ki, sizin yeni yetirdarınızda, mən istəyirəm yavaş-yavaş mən sizi qızışdırım ki, gəlsin. Adınızı demədim. Mehriban müəllimə, riyaziyyat müəlliməsi. Buyurun. Bizim masalımıza xoş gəlmişsiniz. Biz sizlə çox tədbirlərdə olmuşuq. Bəli, əlbəttə ki, sıfır arxasında. Tədbir çox faydalı oldu. Hər zamanki kimi Şahin müəllim. Sizə təşəkkür edirəm. Burada Nadir müəllimi də yad etdik. Çox hörmət elədiyimiz Nadir müəllim. Allah rəhmət eləsin ona. Çox faydalı oldu. Hər zamanki kimi bir dost məclisi kimi görürəm mən bunu. Bizim hörmətli Samit müəllim, sonra digər müəllimlər. Dövlət dəstəyi. Bəzən deyirlər, dövlət neyləsin, dövlət o tədbirləri dəstəyi. Sadəcə ağıllı iştiraklı tədbirlər keçmək lazım. Çox sağ olun. Bir daha xoş gəlmişsiniz. Çox sağ olun. Kim var hanımlarla? Mən şəxsən təsərrüfatlarımı çox xoş oldu, birmənalı olaraq. İnsan necə olur? Deməli, özünə uyğun mühitdə əsasən özünü xoşbəxt hiss edir. Sağ olun ki, ideyalarımızı deməyə, yəni bizə şərəf yaradırsınız. Yəni, mən əvvəlki fikrimdə qalıram ki, valideynlərlə həqiqətən də kurslar təşkil eləməlidir. Çünki mən özüm o valideynlərin onun, yəni metod kimi demək istəyirsiniz. Adicə bir də 1 iyunda mən uşaq günü münasibətilə əl işlərinə ibarət sərgi yaratdım məktəbdə. İnanın ki, müəllim, valideynlər o qədər səylə iştirak edirlər, ən belə pasiv, belə biz onlara necə deyək, avam kimi belə üzr istəyirəm, yəni baxan valideynlər o qədər həvəsli iştirak edirlər ki, mən elə biləm, mən şəxsən ödənişsiz kurslarda iştirak etməyə, yəni hazıram. Yəni əslində faydası olacaq, çünki özləri də istəyirlər. Vaxtıyla o təşkilatın nəzdində valideyn təlim mərkəzi fəaliyyət göstərir. Ölkədə yeganə olan valideyn təlim mərkəzi bizlər. Və biz mütəmadi olaraq bəzi məktəbləri, az praksik edirik o məktəbləri, həmin məktəblərdə biz valideynlərlə mütəmadi olaraq görüşlər keçirik. Sağlamlıqdan, təhlükəsizlikdən, təhsildən, tərbiyədən tutmuş, bütün psixoloji mövzulara qədər. Çünki vaxtında elə valideyn var ki, o təhsili ala bilməyir, amma çox arzusudur. Biz də belə cürət eləmir, belə, necə deyim, hələ o özündə o şeyi görə bilmir. Bir də ki, insan necə başqalarına, necə deyirlər, təsir edirlər. Biz gələn müəllim özü nümunə olsun ki, onun, necə deyirlər, sözləri də kiməsə təsir eləsin. Belə mənim təşkilim bu qədər, çox sağ olun. Həqiqətən çox xoş oldu. Çox sağ olun. Çox sağ olun. Gəlin növbəti. Növbəti yesin və kürsələr o təşkilim. Bugünkü tədbirlə bağlı çox sağ ol deyirəm. Xoş oldu mənə bu tədbir. Belə bir deyə bilərdim, valideyn müəllim əməkdaşlığı hal-hazırda günümüzün reallığı olan potensialı tam açılmayan şagirdlər var və xüsusi dəstəyə ehtiyacı olan şagirdlər də var. Yəni, həmin şagirdlərin valideynləri ilə əməkdaşlığı gücləndirmək üçün xüsusi inkişaf xəritəsi hazırlansa, onlarla bircə işlənirsə, daha yaxşı nəticə əldə edə bilərik. Çox sağ olun. Könül müəllimə, biologiya müəllimi. Sizin hər birinizin fikri ilə razıyıq, həmfikirik. Yəni, bu cür tədbirin keçirilməsində də önəm veririk. Amma buna baxmayaraq, bizim hər bir müəllimimiz, müəllimdən qabaq, mən deyərdim ki, psixoloq olmalıdır. Qarşısında olan valideyni başa düşməlidir, anlamalıdır. Valideyn gəlirsə, öz uşağı ilə maraqlanırsa, müəllim, yəni o söz deməmiş, müəllim onu duymalıdır, başa düşməlidir. Yəni hisslə onu başa salmalıdır, belə deyərdim. Əməkdaşlıq da mütəmadi olmalıdır, həmişə olmalıdır. Yəni belə bir olsa, amma ki, o deyir ki, individual bir tədbirlər keçirmək, amma bunu 100% əldə eləmək, yəni bu tədricən, təkamül prosesi ilə, tədricən öz qaydasına, yəni qoymaq olar da, bəli, tədricən. Nasıllı Valla, müəlliməsiyəm. Bugünkü tədbirə görə sizə çox təşəkkürümü bildirirəm. Məktəb, valideyn müəllim məncə həmişə bircə əməkdaşlıq eləməlidir. Nə qədər bircə əməkdaşlıq eləsə,
daha çox nailiyyət əldə edə bilər. Həmişə sinif rəhbəri kimi çalışmışam ki, valideynlərlə daim ünsiyyətdə olun, onlarla sıx əlaqədə olaraq şagirdlərin bütün problemləri həll edilməyə çalışıram. Ən önəmli üsullarından da budur. Çox sağ olun, alışlayalım. Buyurun. Salamlayıram mən də hər kəsi. Mən Ramza deyirsən, Moldova kənd Samata məktəbində işləyirəm, kimya müəlliməsiyəm. Deməli, belə deyərdim, tədbir çox gözəldir, çox xoşuma gəldi. İlk dəfədir ki, mən belə tədbirdə iştirak edirəm. Valideynlərlə bayaq Şahin müəllim qeyd elədi ki, onların üzərinə öhdəlik qoymaq lazım. Həqiqətən bu təklif xoşuma gəldi. Yəni, valideynlərin üzərində öhdəlik olsa, onlar öhdəliyin başa düşdələr, müəllimi də başa düşərlər. Yəni, bu qarşılığı anlaşmalı olur. Əliyeva Aytən, Ədalət qızı, Ərkivan Kimya məktəbinin biologiya müəllimi. Mən sizin təşkilata, ictimai birliyə fəaliyyətində uğurlar arzulayıram. Həqiqətən bu ortamda olmaq çox xoş oldu. Xüsusən müəllimlərim həqiqətən burada bütün müəllimləri tanıyırdım, amma bir münasibət tamam fərqli yarandı. Ümid edirəm bundan sonra silsilə şəklində keçiriləcək, biz də onlarda iştirak edəcəyik. Valideyn müəllim əməkdaşlığına qalanda isə bu həqiqətən mən bir məktəb rəhbəri kimi də deyə bilərəm ki, məktəbin ən problemli yeridir. Ümid edirəm ki, bu əməkdaşlığın gücləndirilməsində sizli-bizli məktəblərdə o qədər valideynləri sizli komanda ilə birgə təbliğatlar aparmaq lazımdır. Çünki valideynlər məktəbdən bir növ aralı düşüblər. Bəzən ona müəllim faktoru da təsir eləyib. Yəni, bəzi müəllimlərə də valideynin məktəbə çox tez-tez gəlməsi sərf eləmir. Bu həqiqətdir. Yəni, mən təzə təyin olundum, valideyncasına müəllimlər nəyə lazımdır? Yəni, bunu özümüz eləmişik, indi fəsadlarını da çəkirik. Ümid edirəm ki, bu əməkdaşlıqların olmasında müəllimənin bir sözünə çox xoşum gəldi. Deyir ki, uşaqdan çox valideyn mənə sözümə qulaq asır. Yəni, onun dediyini dəyərləndirir. Biz o qədər təkminləşdirməliyik ki, bu əməkdaşlığı o qədər gücləndirməliyik ki, artıq valideynlər bizdən amadır. Uşağın, bilirsiniz, uşaq belə bir şey, plastilin içində uşağı hansı istiqamətə əyilə bilərik. Amma valideyn əyilməyəndə o uşağa əymək çox çətin olur. Nə qədər deyəsən ki, biz o işi öhdəsindən gəldik, onu eləmək olmur. Ona görə birbaş valideynin, ona da xoşum gəldi, görüşlər keçirmək, səmimiyyət harada yaranır, dəyirmi masalarda. Ümid edirəm ki, bundan sonra biz öz fəaliyyətimizdə Kərvalayı deyilir, çörək kəsirdik. Hörmət olaraq ən azından biz işimizi gördük. Belə, sizin fəaliyyətinizi uğur arzulayıram, həqiqətən xoş olsun. Salamlayıram hörmətli müəllimləri. Xoş oldu, yəni bu görüşün masalda təşkil olunmasına. Təklif olunanda bu görüşdə iştirak etmək işim var idi. Hətta təmənnasız, yəni heç fikirləşmədən işimi təxirə saldım. Bu görüşdə iştirak etmək üstün bildim. Çünki bəzi rayonlarda və Bakı şəhərində çox olur belə bir maarifləndirici görüşlər. Məsələn, Masallı rayonunda olması çox, yəni hamımız çox xoş oldu və müəllimlərin çevrəsində olmaqda. Müəllim valideyn şagird əməkdaşlığında müxtəlif əməkdaşlıq üsulları var ki, onların da biri, məsələn, mən özüm bir sinif rəhbəri olaraq bir qeyd kitabçam var. Bir qeyd kitabçam var, hansı ki, müəllimlər şagirdlər haqqında ora rəylərini yazırlar, fikirlərini yazırlar. Amma orada bir valideynin təklifi olmur, valideynin rəyi olmur. Amma ən yeni üsulu onu hansı ola bilər ki, bir formuslar təşkil eləmək, valideynə şagird haqqında rəy yazmaq və valideyndən orada rəy almaq da olar. Yəni, yeni üsullardan biri, mən ona fikirləşirəm, düşünürəm ki, belə üsullardan da istifadə eləmək olar. Əsgərli Aygül, müəllim və valideyn olaraq iştirak edirəm. Gözəl tədbir idi, müxtəlif fikirlər eşitmək, müxtəlif təcrübələrdən yararlanmaq xoş oldu. Yəni, eşitdiyimiz hər bir fikirdən özümüz üçün bir nəticə çıxarda bilərik. Bəlkə də eşitdiyim müəyyən fikirləri bundan sonraki peşə fəaliyyətimdə tətbiq edəcəm. Buna görə minnətdarlıq bildirirəm, fikir bildirəm, müzakirələrə qoşulan hər bir müəllimə. Yeni ideyam yoxdur, deyə bilmərəm ki, hal-hazırda var. Çünki düşünürəm ki, vaxt tələb eləyir hər hansı bir innovativ ideya vermək. Amma öz mən gündəlik fəaliyyətində, hər zamanki fəaliyyətində ənənəvi ilə müasir metodların sintezi ilə çalışıram. Hələ ki, deyim ki, tam müasir metoddan istifadə edirik yox. Bir də valideyn
məktəb, müəllim əməkdaşlığında valideyn maarifləndirilməsinə ehtiyac olduğunu düşünürəm. Onların öz hüquqlarını və vəzifələrini tədris edəcək təlimlərə ehtiyac olduğunu düşünürəm və təşəkkür edirəm. Biz bütün təkliflərdən biraz da irəli gedərək biz belə bir təklif vermişik Naziriyyəsində ki, bütün siniflərdə kameralar quraşdırılır. Üstümüzə bir hücum müəllim heyəti gəldi ki, necə bizə nəzarət edirsiniz, kameralar falanlar zatlar. Mən də sual verdim, nəyə nəzarət edirsən? Sən gözəl müəllimsən. Nəyidən qorxursun? Məsələn, mən müəllimlər institutuna bir 12 ilə yaxın təhsil şöbə müdirləridir, məktəb direktorlarıdır, müəllimlər, psixologlara dərs keçirdim. Həmin dərsdən sonra qaçırlar müəllimlər dekanlığa deyirlər, bizi bu dərsi salın. Əgər sən yaxşı dərs keçirsənsə, sən qoy elektron arxivin yaransın. Həmin elektron arxivə bütün lazım olan müəllimlər istəyəndə baxsınlar, nümunə götürsünlər. İndi bu kamera olandan sonra təbii ki, o yanğın da, xoşa gəlməz hadisələr də, bir hadisələr bunlar artıq tamamilə aradan qalmış olur. Yəni ən azı fiksas olur. Belə təkliflər bizdə çoxdur. Bir 20-yə yaxın yeni bir təkliflər biz hazırlamışıq. İndi rayonlardan da bu təkliflər daxil olur. Sizin də təkliflərinizi hamısını ümumiləşdirəcəyik. Mənə elə gəlir ki, tədbir müəyyən qədər faydasını verəcək və inşallah ki, çalışacağıq ki, bundan sonra da Masallı rayonu da bu tədbirlərdən qalmasın və tez-tez sizinlə də görüşlərdir. Təbii ki, dəvətdən asılıdır. Sizlər ehtiyac duyanda biz istənilən məktəbə, istənilən formada bu tədbirləri təşkil edə bilərik. Ona görə də bu nəsildə, bu nəslin dialoqunu qurmaq lazımdır. Onları üzbəüz gətirmək lazımdır ki, qarşılıqlı təmas olsun. Ağsaqqallar fəxr eləsin ki, necə gözəl, savadlı gənclərimiz yetişir. Və gənclərimiz də görsün ki, hə, mən elə falan təcrübəni bu kişidən götürməliyəm. İsa müəllim oturub orada sakit-sakit, gələ ondan falan təcrübəni götürüm. Nə bilim, görsün müəllimə falan təcrübəni götürüm. Hörmət müəllimə falan təcrübəni. Ona görə də biz bu formatı bilərəkdən düşündük. Mədə məsələsi heç o düzələn məsələdir və düşünürəm ki, növbəti tədbirlərimizi də biz daha yeni formatlarda, yeni üsullarla həyata keçirəcəyik. Hamınıza bir daha təşəkkür edirəm, hamınıza minnətdarlığımı bildirirəm. İndi fotosessiyada 2 dəqiqə, 3 dəqiqəlik fotosessiyamızda ümumi bir dənə şəkil çəkək.